Selamlar, saygılar, əziz və hörmətli dostlar. Xoş gördük, necəsiz? Umaram ki, keyfiniz sazdır və hər şey yolundadır. Hər şey yolunda dediyimdə vətəndə işğaldadır da, yəni o da mütəəssifanə ilə yerindədir yenə. Mən dostlar çalışıram ki, dostlarımızdan bir neçəsini çağırım. Fürsətləri olsa gəlsinlər, bəhsimizə qonaq olsunlar və bərabər bir daha zor soru cavabları geçirdik. Dünənləri çox zor idi. Mən yeni qonağımızın yetirə bilmirdim, baş tapa bilmirdim. O məni baş tapa bilmirdi. İkimizin də bəlkə bir-birimizə öngörümüz var idi, qəzavətimiz var idi. Bu günləri umaram ki, biraz gələk yerə, yer üzünə gələk, biraz vaqiyyətləri daha çox görək. Bu günləri biraz daha, nə deyirlər, reallaşaq bəhslərdə. Əlbəttə ki, düşüncələr bəzən vaxtında anılmaz. Yəni, bəzi düşünürlər var və düşüncələr var ki, yüzlər il sonra insanların beyin gücü onları dərk eləməyə, onları anlamağa yetər. Qonağımız təşrif gətiribdir, gözəl, mən gördüm, icazənizlə təşrif gətirsinlər və bugünkü proqramı başlayaq. Salam. Salam. Aleyküm Haşim bəy, xoş gördük. Çox təşəkkürüm bəy. Yaxşısınız. Mənim müqəddəməmi eşitdiniz ehtimalı. Bəli. Dünən zor gün idi. Həm sizə zor gün idi. Bir-biri tanımayanda bu cür olur. Bəli. Biraz həm sizə zor gün idi, həm mənə zor gün idi. Amma baxırdım, o zorluğa baxmayaraq, ehtimalən mən dünən sizi çox qısmışam. Yəni, çox zora basmışam. Çünki görürəm ki... Qoymadı danışam əslində. O cür olubdur. Çünki mən baxıram, görürəm ki, dostların hamısından çox bir gündə cavab vermişsiniz. Onlar məmulən bir gün yarımda cavab verdikləri sorulara siz bir gündə cavab vermişsiniz. Biraz bəlkə nainsaflıq olubdur sizə. Olsun, canınız olsun. Sağ olun, var olun. Mən adət eləmişəm bu məsələyə. Çünki həqiqətən deyirəm, bu liberalizmin məsələsi bizim dostlara tanış deyil. Ehsas elə bir dənə bizlərlə yaxındakılar bunlar apara yapışdı, Amerikan nökər eləyə, ya İngilisin nökər eləyə, ona buna istəyir yapışdı. Bu mənfi negativ enerji. Hamının liberalizmi biraz tanır azdan çoxdan, amma... Yox, tanımırlar. Yox, tanımırlar. Sizdən liberalizmi bir soruşacaq, öyrənək. Görək ki, nə qədər bilirsiniz. Mən hazır xidmətinizdə varam. Sağ olun. İcazənizlə mən başlayayım, rəsmi halətdə proqramı başlayaq. Salam, əziz və hörmətli dostlar, görənlər. Hər zaman, hər yerdə, hər çağda baxırsınız bizim bu proqrama. Ya indi bu gün huzurunuz olacaqdır. Salamlarımızı, saygılarımızı qəbul edin. Çox-çox sağ olun, var olun. Nə yaxşı ki varsınız. Biz düşüncə bağı, mən İnsaf Əli Hidayət düşüncə bağı otağının aparıcısıyam. Bu düşüncə bağı ya düşüncə otağı farsca otağı feçr deyirlər. Bunu bir neçə ay öncə bunu yaratdıq. Amacımız bu oldu ki, Güney Azərbaycan və İranda yaşayan türklərin siyasi partilərini gətirək, onların fəlsəfələri ilə, düşüncələri ilə, siyasətləri ilə, anlayışları ilə, görüşləri ilə, yaxın, orta və uzaq zaman içində olan proqramları ilə tanış olaq. Bu üzdən Güney Azərbaycanda olan və Qəşqayistanda olan partiləri dəvət elədik. Onlardan bir neçəsi cavab verdi, gələcəklər. Buradan üçü deyib gəlməyəcəyəm, yəni əslində üç oldular və əlbəttə, indi yenə deyərəm əlbəttə,
qalanlar deyiblər gələcək, yox görək ki, nə olacaqdır. Tehriqani cənabları deyibdir ki, mən soruşacağam, gələcəyəm. Çox uzuna çəkibdir əslində. Yəni əslində belə fikir edirəm ki, yəni gəlməyəcək, amma o cürsə biraz çox ədəbli siyasi deyiblər. Yoxsa nəzərə gəlir ki, gəlməyəcəklər. 2 ay məşvərət çəkməz bir daha ciddi bir bəhsə girmək üçün. Hər halda biz nə deyirlər, öngörü girməyək öngörüyə. Ən başda Güney Azərbaycan İstiqlal Partisi Salih İldırım cənabları onun başkanı olaraq, sözcüsü olaraq gəldilər. 6 gün huzuri və 6-7 gündə qeyri-huzuri cavab verdilər. 10 məndən o nişan ki aldılar. 10 dana ən ərdəmli və bir dana üzrəm 10 dana milli ərdəmli, bir dana daha ən ərdəmli unvanın nişanını aldılar. Əjdər bəy Təğizadə Güney Azərbaycan Demokrat Türk Birliyi Təşkilatı Başkanı gəlmədilər və hər 6 gün mütəəssifanə hərəsinə 10 mənfi, 60 mənfi aldılar. Yunus Şamili cənabları Azərbaycan Demokrat Partisi tərəfindən gəldilər. 6 gün huzuru oldu. Mütəəssifanə keçən 2 həftədən də çoxdur ki, hələ feylən cavab verməyiblər qalan sorulara və fikir edirəm ki, çox göylər var ki, bu müsahibələr qutarandan sonra qeydaq müsahibə eləyək o sorulara görə. Belə bir düşüncə məndə icad olubdur. Hər halda onlar da o 6 gündə 5 günü milli ərdəmli, bir gün ən ərdəmli olublar. O da Döhdür Seriqanın adını səhmişdi. Əlbəttə Salih İldırım cənabları da əgər səhv eləmirəmsə Günas TV-nin adını çəkmişlər, ona görə mənfi almışdılar. Salih Kamrani cənabları Azərbaycan Mərkəz Partisinin lideri olaraq təşrif gətirmişlər. 6 günün 5 günün gəldilər. Hər 5 günündə milli ərdəmli unvanını qazandılar. Və ha belə deməliyəm ki, proqrama gəlmədən öncə belə bizim bu bəhsləri televizyondan, yəni Az News televizyonundan gündə 2 dəfə axşam saat 12-də, Təbriz vaxtı ilə və sübh saat 8-də yayırlar. Təşəkkür edirəm, sağ olsunlar, var olsunlar. Və Eldar Qaradağlı cənabları Güney Azərbaycan Milli Qurtuluş Partisi tərəfindən lideri olaraq təşrif gətirdilər. 6 günün 6-sında gəldilər və 6 günün 6-sında milli ərdəmli nişanını aldılar və çox ciddi, hər gün də 4 saatı huzurları var idi. Ondan sonra Məcid bəy Cəvadicil gələcəyi də Azərbaycan Milli Dirəniş Partisi təşkilatı üzrə onun başqanı. Amma hər nədən dolayı eləyə bilmədilər, gəlsinlər. Amma həm dostlar mənə deyirlər ki, hətmən bir cür eləyin Cavad bəy orada arada burada gəlsin, bir qoşulsun. Məcid bəy Cəvadi gəlsin, qoşulsun. Həm də ki, mənim özümün göylüm var ki, dirəniş təşkilatın biz də tanıyaq görək onların fəlsəfələri, düşüncələri nələrdən ibarətdir. Onların yerinə mən Haşim bəy Bilgini çağırdım və Haşim bəy Bilgin də dünəndən bizim qonağımız olubdu. Sağ olsun, təşəkkür edirəm ki, qəbul ediblər. Dünən biraz baskılı keçindi. Biraz mənim tərəfimdən baskı olubdu. Nəzərimə belə gəlir. Ondan sonra üzr istəyirəm. Çalışıram ki, illəti də budur. Mən o zaman görürəm ki, sorudan eşiyə getdiniz, kəsmağa məcbur oldum. Sağ olun. Dünənləri sağ olun, var olun. Siz istəyirsiniz, salam eləyəsiniz. Buyurun, sonra başlayaq. Mən də salam əzəyim tamam dostlar və sizin özünüzə habelə az dostlar ki, dəyər veriblər, bizim bu danışıqlara qatılırlar. Lütfən, əgər mənim danışıqlarımda yanlış görsəniz, elə bilərsiniz, mənə görə ya burada olmasa, yəni yazsanızda, ya fürsət olmasa danışmağına, mənim öz səhvimdən elə bilərsiniz, yazarsınız və ya mənim live boyu bərnamələrimi ki, hər gün axşam gedir, orada mətr elə bilərsiniz. Çox təşəkkür edirəm, var olasınız. Çox sağ olun. İstiqlal bölümünə keçirik. İstiqlalı bu gün danışacağıq. İstiqlal nədir? Sizcə istiqlal kəlməsi, sözü gələndə siz nə düşünürsünüz? Mən İstiqlal kəlməsi gələndə öncə fəqət bunu bilirəm ki, bağımsızlıq yadıma düşür, gəlir gözüm qabağına. Bağımsızlıq nəzərimə tutanda keçirəm Güney Azərbaycanın geçmiş tarixinə baxanda baxıram, görürəm ki, bizim imperatorluqlar dövründən başlanandan ta Qacar dövrünə can
bizim xalqımız bağımsız olmayıbdı. Bağımsız olmayıbdı. Hər zaman baskı altında qalıb və əslən özgür olmayıbdı. Qədər baskı altında qalıb ki, özgürlüğü unudub və onun yanında din də, bunlar din ilə imperatorluq düşüncəsi, bunlar bu xalqı elə baskıda saxlayıblar. Bu bilələrini bir dənə kültürə təbdil olubdu. Bu bilələrini bir dənə fərhəngə təbdil olubdu ki, həmişə ki, dövlətdə bir adamlar ola bunun başı üstündə oturur. Buna rəhbər ola, buna icazə verər, o işi gör, bu işi gör. Bu məsələnin duvarını yıxmaq bizlərin işidir. Hər düşüncədə olursan ol, Güney Azərbaycan Milli Hərəkətində ol, istərsən istiqlalçı ol, istərsən federalçı ol. Mən inanmıram federalçıların heç birinə, amma olsunlar. Biləkər xalqımızın bir iddiasında olan sözlərindən oturub durar, eşidər, qanar, qəbul elə. O da bir pilli olar bağımsızlığa yetişməyin yoluna. Tamam. Mənə bu cür gəlir. Tamam. Bəli. İstiqlaldan tərifiniz nə mənadır? Sizin indi istiqlal zehninizə bağımsız gəlir. O bağımsızı nə tərif edirsiniz? Mənə tərif, mən dünən də dedim, mən üçün hər təriflərin hamısı mənim ideolojimdə yatıbdır. Mən o zaviyyədən məsələyə baxaram. Baxın, mən bağımsızlığı insanın azadlığında görürəm. İnsan azad olmasa eləyə bilməz bizzət yaradar. Eləyə bilməz dünyaya bir şey verər. Yəni Heç istiqlal deyəndə çox üzr istəyirəm. Məcbur oluram girəm ki, açıqlayam bunu, açıqlayasınız. İstiqlal deyəndə siz məmləkətin istiqlalını düşünürsünüz, yoxsa birey insanların, bireylərin istiqlalını düşünürsünüz? elə məsələ o da bir insan bağımsız olsa, azadlığını əlində gətirsə, bağımsız olar. O bağımsızlığı ərəb dilində istiqlal deyirlər. Və bu bizim beynimizdə oturubdu bu kəlmə. İndi elə məsələn deyəndə azadlıq, bağımsızlıq, istiqlal. Bu cür. Yox. Azadlığı əlində olsa bağımsızlığın alacağını, bağımsızlığın əlində olsa özü dövlətin yaradacaq. Öz dövlətinin Burada bağımsızlıq, əlbəttə bu sualı soruşacağım, amma indi siz bu istiqlaldan necə tərif edirsiniz? Ya bağımsızlığı necə tərif edirsiniz? Nə? Yəni nə mənə? Yəni bu ki, ölkədə bir özgürlük hərəkəti başlanır, azadlıq hərəkatı başlanır. Azadlıq hərəkat o feodalizm sistemini söküb töküb içindən atır eşiyə zehniyyətini ki, qalıb bu gündə bizim xalqımızın zehnində, onu söküb atır içinə və bir dənə özünə dövlət yaradır ki, dövlət özününki olsun. Bu bir dənə müstəqil dövlət olar. Yox, onu baxın ki, İstiqlal. Yəni istiqlal, bağımsız bir dövlət olar. Və İndi siz adamda necə tərif edirsiniz? Çünki sizin belə görürəm, mən gördüyüm belədir ki, siz istiqlalı əvvəl bireylərdə, yəni fərdilərdə tərif edirsiniz. Fərdi insani, bir insanın istiqlalını tərif edirsiniz. Ondan sonra da toplumu. Bunda indi istiqlal bir insanda yəni nə mənə? Məsələn, mən müstəqil oldum. Onu deyim. Baxın, bir insan istiqlalda istəsək bunun anlamını anlayaq. Yəni bir insan, yəni mənin o mən bir nəfər deyirəm. Məndən 40 milyon mən var Güney Azərbaycanda. Yaxşı. Bu məni istəyir tanıyaq. Biz liberal demokrasinin o yəni klasik liberalizmin dövlət sistemini tanıyaq. Bu da tanımasaq. Çox üzr istəyirəm. Qoy mən sorunu ayrıca sor. Baxın, fərzi bura qoyun ki, mən liberal demokrasi bilmirəm nədir. Mənim də, qulaq asın. Əslən fərzi buna qoyun ki, heç kəs bilmir demokrasi nə, liberal demokrasi nədir, fəqət siz bilirsiniz. İndi sizdən biz, o ideolojizdir da, sizin ideolojiniz liberal demokrasidir. İndi bu liberal demokrasini xırdalayacaqsınız. İstiqlal deyəndə bunu fərdidə görürsünüz, məndə, İnsafəli Hidayətin istiqlalı necə tərif edirsiniz? Bir də vətəndə görürsünüz, millətdə görürsünüz. Güney Azərbaycan istiqlalı, onu necə tərif edirsiniz? Bunları mənə tərif edin ki, mən sizin ideolojinizi yavaş-yavaş burada qurum da, hərəsini gətirim, qoyun bir-birini, bir də pazel. Bu pazelin sonu olsun o liberal demokrasi, okey? Tamam. Burada istiqlal deyəndə, istiqlal ictimaya şamil olur. İstiqlal.
Bağımsızlıq bütün ictimanın hamısına şamil olar. Bu istiqlalın yaranmağı üçün beləcə bir şuur siyasilər olar da, bir şuur siyasi sahibi olarlar. Bu şuur siyasi həmin istiqlalı yaradan nütfədir. Yəni istiqlal ki deyirik, dövlətimizin müstəqil istiqlal. Mən dövlət yaradıram. Yaxşı. Mən dövlətin yaratmağın xalqımın şuur siyasətində görürəm. Bu xalqımın şuur siyasi gəlib bir insanın haqqında yatır ki, bir insan durur deyir, mənim ölkəmdir bu ölkə. Bu mənim ölkəmdir, bu dövlət də mənim dövlətimdir. Mənə işləyəcəkdir, mənə görə yaranır. Ona görə bu dövlət hara bağlılığı var, istiqlalı haradadır, öz xalqı içində bağlıdır. Bu müstəqil bir dövlətdir, istiqlalı əlindədir yəni. Heç bir ölkə bu istiqlalın qabağına çıxa bilmək qabiliyyəti yoxdur. Eləyə bilməz bu istiqlalı dağıldı. Yəni Biz mən indi baş tapmadım. İstiqlalın özünün mənası nədir, tərifi nədir, onu baş tapmadım. Bir millət istiqlal alsın, o bir şey. Bir millət mümkün də hərəkət edə, biz indi 100 ildir bilmirik ki, istiqlalın mənası nədir. Yəni, istiqlalımız yoxdur, mənasını da bilmirik. Amma indi siz gərək mənə bir tərif verəsiniz ki, mənim zehnimdə olar, istiqlal nədir ki, biz onu almalıyıq? İstiqlal çox sadə bir şeydir da. Nədir? Düzdür, siz də bilirsiniz, mən də deyim. Bağımsızlıqdır. Başqa bir Yəni nə? Sənin bir dövlətin olur, biqanəyə bağlı deyil. Sənin dövlətin olur, onun içində işləyən insanları, rəisundan tutun, noxuz vəzirindən, vəzirlərlə, hər kəsi ki, o dövlətə bağlıdır, dövlətə işləyir, biqanədə onun içində biqanənin əli yoxdur. Biqanə edə bilməz. Anladım. İstiqlalın mənasını anladım. Bu birəyə hakim olmurdu, bu fəqət dövlətə hakim olur, millətin istiqlalına hakim olur. O zaman bir dövlətin içində o vəzir, o rəis-cümhur biqanəyə bağlı olmaz. Biqanəyə bağlı olmaz ki, xalqına dayanır fəqət. Əgər bir vəzir dövlətin, yəni bir dövlət xalqın mülkiyyətinə sahib çıxar, xalqın məadinə sahib çıxar, mədənlərinə sahib çıxar, onu xəşləmək üçün biqanəyə möhtacdır. Xalqı boğa. Xalqı boğmaq üçün biqanəyə möhtacdır. Yəni o biqanəyə özünü satmaq zorunda. Tamam. Amma burada dövlət eləyə bilməz, istəsə də eləyə bilməz özünü biqanəyə satar. Tamam. Çox xalq burada dağılır bilərsin. İstiqlalı hangi sahələrdə görür, düşünürsünüz? İstiqlal bütün sahələr ki, bir ictimamızda var, hər nə mənə ki, nəzərinizdən geçir, hamısında özünü göstərməlidir. Misal vurun. Misal üçün, futbol timlərindən deyirsiniz vurum. Ya hər nədən xoşunuz gəlsə, siz deyin, mən o misalı təqdim edəm. Mənə fərq edəməz. Siz deyəcəksiniz, siz mənə fərq edin. Gələn dinimizdən tutaq. Hər nədən eləyə bilirəm tutam, dinimizdən tutaq məsələ. Teknolojiden tutun, ondan sonra ordudan tutun. Heç yoxdur bəli burada. Çünki dövlət rabitəsində deyirik. İstiqlal nə özünü göstərdi, nəyə zatlar var, düzdür? Məsələn, çünki dövlətimiz tarix boyu, xalqımız tarix boyu dinimizin baskısı altında qalıb. Bu dini ki, insandan yəni rəhbət yoxdur inanca. Bu dini ki, özü bir tək başına ideoloji olubdur və istəyir həmişə hakimiyyətlərlə, hakimlərin yanında olur, yaxçı yaşayan. Bu din nə olur? Hakimlərin yanına, yəni o ideoloji səhnə siyasətdən atılır yerə, atılır eşiyə, tamamen o insanlar ki dindardılar, həqiqi dindarlarlar, onlar özcü olurlar, azad olurlar ki dini nədir ki vardı inancı, insanın inancı onu xalqa yetişdirirlər. Onun da xalqa yetişdirməyinin şərti budur ki o adamlar ki din rabitəsində fəaliyyət eləyəcəklər, bunlarca yüksək səviyyədə təhsil almış insanlar olarlar. Sorumluluqları ola ictimanın qabağında eləli olmayacaq. Gələ Qurandan, Allahdan danışa çıxa gedə, nəmnə də ağzından gəldi tökəşiyə. Belə bir adımız olmayacaq. Burada din də azad olur. Din ki azad olur. İndi baxın, burada getdik, yenə qırağa gedirik. Mən naçar olaraq dixalət edirəm. İstiqlalı mənasını bir neçə misalda mənə deyin ki, məsələn,
orduda nə cür müstəqil olacağıq, dövlət nə cür müstəqil olacaqdır, Ha, teknolojide nə cür müstəqil olacağıq, təhsil sistemində, dərs sistemində, hələ bunlardan birində. əlbəttə. Bunların hamısı bilsiz hada bunların hamısı deyək istiqlaldan sonra yəni camiədə biz bunlar istiqlal nə cür özünü göstərəcəkdir camiəmizdə ki, hamı eləyə bilər bundan istifadə eləyə. Buradadır ki, dövlətin sütunlarını ki biz əvvəldə yaraldırıq. Dövlətin sütunlarını 5 dənə sütunu var da, o müstəqil dövlətin. Onları ki yaraldırıq, təməl haqq və özgürlüklər məsələn. Hər insanın haqqı var. Öz dininin istəsə, öz dininin dalısıca gedir. Hər insanın haqqı var. Öz ana dilinə sahib çıxsın. Hər insanın haqqı var. Dövlətin hər nəmlə hüquqları ki var, o da istifadə eləsin. Yəni müsavi hüquq olsun. Elə bilsin prezident olsun. Elə bilsin bir dənə fabrik açsın. Hər insanın haqqı vardır ki, insandan danışır. Bakın insandan tarifizdə buyurdunuz ki, istiqlal fərdin deyil, dövlətin ya millətin istiqlalıdır. İndi gərək misallarınızı millətdən vurasınız, ya dövlətdən vurasınız. Görək məsələn nədir müstəqil olur. Amma bir dənə dostumuz tərif elədi. Çox gözəl bir tərif edilmişdi. Onlar fərqlidir. Bir dənə dostumuz gözəl bir tərif yazıb. Qoyun bunu oxuyayım. Cəlibdir. Yazıb ki, istiqlal yəni pişiklər kimi olma. Yəni evcil olma. Başı və əl çəksinlər, bitki çörək atsınlar. Gözəl tərifdir. Yox, bizim dostlarımız təəssüflə belədir ki, istiqlalı qurtuluş bilirlər. İstiqlal qurtuluş deyil. Nədir? İstiqlal qurtuluş deyil. Qurtuluş bilirsiniz nədir? Azadlıqdır. Dövlətin sistemidir ki, odur ki, dövlətə qoymaz, dövlət o üzbüyüzə vura. Valar çalar, yol gedəndə. Yoxsa, məsələn, misal vuraq da, çox biz ölkələr görürük, Türkiyə kimin dövlətimiz var. Yoxsa, bu bir istiqlal savaşı aparat da, düzdür. Yəni, özlərinin hətta zadı da istiqlal üçündür. O milli sübutlardır, istiqlal üçün o yazılı bu. Sadəcə istiqlal marşıdır o. Milli zatları, milli marşılar, Türkiyəmizin. Baxın, diqqət elə. Dövlət o zaman müstəqil ola bilər ki, sənin xalqın özgü ola, öz mülkiyyətinə sahib ola, elə bilər özü rəqabət yaratdı öz içində. Öz içində tolit yaratdı, öz içində iktişaf yaratdı və bu işi insanlar görər. Millət görməz. Millət deyəndə biz millətə tikəyirik. Millət bilirsiniz, bir dənə yekə bir qablamadır, nəzərinizdə tutaq. Bunun içində ağıllısı var, ağılsızı var. Yoxdur. Ağıllısı var, ağılsızı var. Ağıllısı var, ağılsızı var. Bunun içində yuxarı səviyyədə sərmayedarlar var, şəxsiyyətlər var ki, geçmişdən pullar var. Bir var, yoxsuldur. Bu istiqlal yoxsulu saxlayır ya o pullunun yanında durur. Türkiyədə və ya Türkiyəyə bənzər ölkələrdə baxırıq ki, istiqlal pulluların istiqlalı olur. Yoxsulların, kasıbların istiqlalı olmur. Biz deyirik ki, ədalət ki biz söhbət edirik, ədalət kasıb insana lazımdır. Pullu insana ədalət lazımdır. Yəni o insan haqları ki, üstünlüğünü yaraldıq dövlətin üstündə, içində. Buna görə ki, insan azad olsun. Düşüncəsi azad olsun, fikri azad olsun, əli, qolu, torpağından pul gəlsin biləsinə, sərvət gəlsin, sərmayə gəlsin. Bu da eləyə bilsin, bir dənə xaricə uşağı 30 yaşında yetişdi, eləyə bilsin, bir dənə fabrik aça bilsin. Heç bir dənə xaricə uşağının fikrinə yetişməz, bir dənə fabrik açsın. Ya gedəcəm, mən bir böyük göhtü olacaq, böyük profesör olacaq, heç birinin təxəyyülündə indiyə böyük olmur. Niyə? Çünki o insanda o şans yoxdur. Biz o şansı hər insana yaratmaq vəzifəmizdir. Onun da şərti budur ki, o insan bilə ki, o nisyə deyil, torpaq bunun malıdır. Torpaq dövlətin, imperatorun mallarının, dədəsinin malı deyil. Torpaq mənim malımdır, sənin malındır. 40 milyon insandır. O torpağın içindən sərvəti atıb milyardlar, trilyardlar pul yatıb
Ona görə İran dövləti milyardlar sərmayə qoyur ki, bu xalqa əzəd dağıldı. Bəs biz burada nə etməliyik? Bu pulumuzu, bu torpağımızı azad eləməliyik. Torpaq azad olmadı. Mən getdim federalçıların içində. Mənə dövlət də yaratsınlar. Mənə dedi, rəhmətlik Pişəvərinin dövlətini də gəlsinlər yaratsınlar. Eynən ona bənzər bir sistem də yaratsın. Mən azad olmam. Mən bağlı olmam o dövlətə. Bağım Haşim bəy, yaxına gələndə buradan üstəz görünmür. Yaxına gəlməyin, dayanın orada. Ya da ki, kameranı aparıb dağılır. Tamam. Ərz edeyim ki... Görürəm, ona görə, görüntüyə görə gəlim, üzr istəyirəm. Yox, nə deyirlər, biraz dağılıb otursaz, başınızın orada yer olur. Tamam. Mütləq istiqlala inanır mısınız? Mütləq istiqlal bir dövlət içində inanırıq. Nə cür ola bilər mütləq istiqlal? O sonra ki, çünki dövlətin heç zətdə əli yoxdur. Dövlətin heç bir şeydə əli yoxdur. Dövlətin pulu yoxdur yəni. Dövlətin ticarətxanası yoxdur. Dövlətin fabriki yoxdur. Dövlətsiz bir istiqlalı düşünə bilirsiniz. Bir dəqiqə, mənə icazə verin. Qoy mən sözüm qutulsun ondan sonra da. Buyurun. Yaxşı. Baxın, burada dövlət nədir bizlik mütləq istiqlal? Çünki bir yerdə ki biz mütləq danışırıq, o hüquqlar ki dövlətdə yalanılır, bunlar da gəl mütləq olar. Mütləq hüquq olar. Yəni bunlar dəyişilməz olsunlar gərək. Çünki dövlətin sistemi ilə demokrasinin sistemi fərqlidir. Demokrasinin tarixi gedik, uzun bir tarixi var. Çox uzun bir tarixi var. Xudmuxtarlığın da tarixi, federalizmin də tarixi çox uzun bir tarixi var. Amma dövlətin sisteminin, özgürlük sisteminin tarixi 500 ildir fəqət var. Yalanıbdır. Və bu o zaman həqiqət, mütləq həqiqətə təbdil olub ki, insan haqları sıfır nöqtədə başlayanda ehtimalatdır. Sıfırdan hərəkət edir ki, yavaş-yavaş gələ bir üstünə, ola 100% haqq, hüquq ki, dəyişilməz hüquq olsun. Bilirsiniz? Və insan haqları o yolu gəlib gedib, bu nöqtəyə yetişib dünyada sabit hüquqlar gətirib özündən oturubdur. Ta o zamandan ki, mən bunu deyim bu tam. Ta o zamandan ki, yer üzündə dövlət mövcuddur, insan haqları da mövcud olacaqdır. İndi burada bu insan... Baxın, təzadlığı danışırsınız. Təzadlığı danışırsınız. Sözünün, qulaq asmırsınız ki, sözünün bir tərəfi o birisi tərəfini nəqz edir. Mən hangi tərəfinə inanım? Bir tərəfdən deyirsiniz, dövlət elədir. Bir tərəfdən deyirsiniz, dövlət olduqdan azadlıq da olacaqdır. Bunu mən nə cür şey edeyim? Mən icazə verirsiniz, mən bir dəqiqəlik sözüm qalmışdı. Onu da desəydim, onu da biləcəyim mənzur nədir. Çünki mən maaşın misalını buldum sizə. Siz maaşın misalını yəni siyasətdə eləyə bilmədiniz, anlaya bilmədiniz, açıqca üzr istəyəm. Xoş, bunu belə deyirəm indi. Anlatsaz mən anlarım hətmən. Yox, bu məsələdir ki, siz üçün yetişkin insansınız. Yetişkin insanlar o zatlar ki, qəbul ediblər, onu eləyə bilmirlər zehnlərindən atalar qırağa. O zehninin içində üçün öz düşüncəsinin təbəqələrində yerbeyi olmur, beyninin qışqırışlarında. Ona görə beyin atır eşiyə. Bilirsiniz, bu çox fərqlidir. Siz üçün müşəxəs bir ideoloji sahibsiniz, ona görə olmur. Ona görə burada biraz problem. Çünki burada bu düşüncə içində oturub burada, bu mən əvvəldə demişəm, bütün milli hərəkətin heç bir nəzətdə tez məhdud əsasın. İndi onu geçsin. Sözünü cevap verin. Bak, onları geçsin. Bütün siyasi qurumlarından düşüncələrlə müxalifik biz. Bu cür deyə, bütün siyasi qurumlar. Tamam, onu dünən də dediniz. Onu dünən də dediniz. Fikirləmə imtiyazı yoxdur. Okey. Mən burada ki, bunu deyirəm, mətrəh eləyirəm, deyəndə düzdür olma. Bunu ki, mətrəh eləyirəm ki, biz burada və o zaman ki, azadlıqdan danışırıq, azadlığı harada yaraldacaq biz? Harada? Havada yaraldanmaq ki, azadlığın yeri haradadır? Söz məsələ buradadır. Azadlığın yeri haradadır? Əsas məsələ budur ki, biz siyasi məsələnin içində, fəlsəfi siyasi içində azadlığın yeri dövlətin sütunları, dövlətin özüdür. Dövləti yaratmaqdır. Dövləti onun üstündə yaradacaqsan. Ki, dövlətin üstünə 50
dənə də saxtıman qoysan yıxılmıyor, ayaq üstə gəl. Korona kimi zətlər gəlsə yıxılmıyor, ayaq üstə durar və xalqına ən yaxşı servisi verən dövlət olar. Çünki bu dövlətdir ki, xalqın yerinə orada oturubdur. Xalq eləyə bilməz hamısı gəlir oturur o dövlətin içində. Ona görə dövlətə öz azadlıqlarını və dövlətin əlinə. Deyirsən bu azadlıqları saxla, kimsə mənim evimi yıxmasın. Çox adadır. İndi burada bu azadlıqların sütunun, sən bir dənə sütununu yıxsan, bu azadlıqların bir dənə sütunu dərsə bir-birinə, sistem dəyə bir-birinə. Yəni nə dəyə bir-birinə? Baxın, bir dənə sizdən sual soruşuram, çox qısa. Mütləq istiqlal var ya yox? O qədər demişsiniz ki, 8-9 dəqiqədə bunu danışırsınız. Mən dedim, modern dövlət sistemində üçün hüquq hakimdir dövlət hissində. Bu mütləq hüquqdur. Bu mütləq istiqlaldır. Amma gələk istiqlal ticarət rabitəsində deyək, bütün dünya ilə rabitəmizdə biz bütün dünya ilə irtibatımız olacaq. Burada bir ölkə, xalq elə bilməz öz başına maşın da tolid eləyə, fabrikdə bir yerdə maşın tolid eləyə, bir yerdə telefon tolid eləyə, bir yerdə gül tolid eləyə. Yox, heç bir dünyada belə bir ölkə yoxdur. Xalq o zat ki, əlində var, onu yaraldar, onu dünyaya sadiq elər, müqabilində o zatı ki, yoxdur, onu gətirər ölkəsin. Özdə məni müttəhəm edirsiniz, amma mən sizdə indi baxıram, görürəm ki, bayaqdan deyirdiniz ki, mütləq istiqlal var, indi deyirsiniz, mütləq istiqlal ola bilməz. İstiqlal siyasətdə məfhumu budur ki, sənin dövlətin ölkə dövlətə bağlı deyə yox. Sənin sistemi siyasın biqanə elə bilir, sənin sistemi siyasi yəni ki, istədiyini apara qabağa ya yox. Mən də deyəm, yox, bu modern dövlət. Mən dünənlər onu sizdən soruşdum ki, dünya dövlətlərin, rəqib millətlərin və dövlətlərin rəqib görürsünüz, dost görürsünüz, düşmən görürsünüz. Niyə? Bunu sordum. Buna görə ki, bu problema yetişməyəsiniz. Onda siz bölürsünüz ki, bizim mənafeyimiz, məsələn, indi siz hangi dostu məmləkəti desəz, dünya dostu. Dünya dostu. Bax, bir dünya yığışsın mənim özümə gəlsin. Qulaq asın, sual soruşun. Siz hangi dövləti dost görsəz, onunla siyasi alverə girəndə, rəqabətdə olursunuz. Ya hətta təxasüma gedə bilər. Belə bir şey yoxdur. Bu sizin düşüncənizdir, mən. Belə bir şey yoxumuzdur bizi. Baxın, dünya... Almanla Otrişin, Almanla Hollandi, Danmarkın, Suedin, bunların siyasi şeyləri bir-birinə qarşı deyil mi? Baxın, bunların siyasi, hər zadı ki, siyasətdə aparılasa o EU parlamentində, fəqət nə üçündür? Bunların ticarətlərini dünya ilə rahatlamaq üçündür. Yoxsa bunların hər biri öz ölkələri içində müstəqildir. Məsələn, Alman eləyə bilməz Suedin sistemi kompüterinə gəlir. Ya Alman eləyə bilməz Hollandın sistemi kompüterinə gəlir. Orada, məsələn, filan hərəkətlər... Siyasət kompüterdən fərqlidir. Ya mən sizi anladamıram, ya siz məni anlamırsınız, ya mən sizi anlamıram. Siyasət burada nöqtə buradadır. Ölkənin resurslarını nə cür harada işlənəcəkdir? Hakim siyasətmədar, yəni hakim partiya aparar qabağa. Hakim partiya aparar. Onun məsələn, o sorsuları, Otrişlə Alman, o sorsuları işlədəndə nə cür geçsinirlər bir-birləri? Siz bir dəqiqə icazə verirsiniz. Bu resurslar ki, hakimiyyətin ixtiyarında qoyurlar. Bu fəqət ölkənin içinədir. Ölkənin eşiyinə rəbti yoxdur bu. Məsələ buradadır. Buradadır bizim fərqimiz var modern dövlət sistemindən. O sistem ki, üstdən aşağı gəlir. Burada fərq buradadır. Burada biz deyəndə dövlət müstəqillidir. Yəni burada Suedin dövləti tamamilə müstəqillidir. Necə müstəqillidir? Biqanə bunun içinə heç adına qaçılmaz. Amma ticarət eləməkdə çox üzrəyəm. Ya siz siyasəti əslən baş tapırsınız, ya da mən siyasəti iştibah anlıram. Baxın, yox, mən istəsəm deyil, bəhs edir burada. Bəli, bu bəhsidə siz Sued indi məsələn istəyir təyyar alsın Amerikadan. Türkiyə deyir ki, mən sən teröristləri oradan filan eləməsən sənə qoymaram
Amerika payları. Siyaseti ne oldu? Suedin içine dixalət edən Türkiyə. Bir dəqiqə. Türkiyə Suedin siyasetine heç əmniyyəti millisinə dixalət elədi. Bilirsiniz? Siz indi burada necə məsələ mənə deyirsiniz ki, istiqlal mütləqdir. Mütləq ola bilərmi? Siyasətdə. Baxın, indi deyim. Baxın, o gəlir Türkiyənin o efləkcəyəcək qabağını alır. Yaxşı, Türkiyə kimdən əsləh alır? Siz bunu deyin mənə. Amerika dövlətindən əsləh alır, ya Amerikanın şirkətlərindən əsləh alır? Tamam, bəhsimizi davam eləməyək, bəncə yeri deyil. Məsələ burada, niyə mən soruşuram ki, bağışlayın, mən soruşuram ki, qulaq asın. Mən soruşuram ki, Xiyaban-ı İnqilab haradır? Siz mənə deyirsiniz ki, Piruzi oradır. Mən Piruzini soruşmuram ki, axı. Niyə bə Türkiyədə Amerika kimi bir dənə şirkətlər yoxdur ki, əsləhəni gedir şirkətdən alır? Niyə Türkiyənin dövləti gedir əsləhə alır? Şirkətlər gedir əsləhə alır? Siyasətdir. Siyasət. Mən işdə verirəm, siz lütfən tərəf elə. Arz edirəm, siz siyasəti mütləq düşünürsünüz, hətta istiqlalı siyasətdə. Qulaq asın da deyil. Bir qulaq as. Siyasətdə siz buyurursunuz, siyasət mütləqdir. Mən də bir dənə misal eyni gətirdim ki, baxın, dövlət dedim mütləqdir, siyasət demədim. Siyasət siyasi hakimiyyətin olar, o mütləq olmaz. O ideolojiyə dayanar siyasət. Amma dövlətin sistemi mütləq azadlıqdır. Mən bunu dedim. Siz buna eləyə bilmirsiniz, məndən alasınız. Hətmən bərnamədən sonra videoya qulaq asın, görün ki, sözü. Mən sizə dünən ərz elədim ki, lütfən sualları oxuyun, hazır olun. Mən sizə bir söz deyim. Mən ideolojimə yaxşı bilirəm, nə danışıyorum. Tamamən də hakiməm, biləsinə. Ona görə çox rahat məsələlər. Mən qəzavət eləmirəm. Mən fəqət sual soruşuram, suallarıma cavab axtarıram. Bir dəqiqə icazə verin. Mən burada ona görə, burada məsələni söhbət edəndə, siyasət məsələsi gələndə, bunu cəhəbə müşəxəs edək. Siyasət kimindir? Siyasət dövlətin olar, ya hökumətin, ya qüvvə-i müzəyyəni. Dövlət qarışmaz siyasətə. Dövlət qarışmaz. Dövlətin sistemi qarışmaz. Dövlətin sisteminin vəzifəsi, vəzifəsi budur ki, insanların azadlığını mühafizə olar. Həmin hükümetin de muhafız olacak ki, məbada içindən gedə biqanədən alış-veriş elə, rüşvə verə. Həmin siyasət mədanın qabağında duracaqdır. Məsələ buradadır. Biz bunu Avropa dövlətlərində görürük. Casus qorxmur casus ola. Niyə? Çünki insanı azaddır. Çünki insana ehtiyacı yoxdur gedə özünü sata oyan bu yana. Amma bizim ölkələrimizdə, İranda, Türkiyədə hamısında baxasan bir dənə əmniyyət təşkilatı fəqət casusluq dağılır. Sizin təşkilatın yol xəritəsi Güney Azərbaycanın istiqlalına yürüməni necə görür? Biz bunu görürük ki, əgər biz istəyək istiqlala yetişək, öncə özgürlük əsasını alacaq əlimizə azadlığı, necə ki azadlıq, ədalət əsasımız azadlığından başlayır. Azadlığı alacaq əlimizə, azadlığın əsasında dövlətimizi yaradacaq, dövlətin əsası istiqlala dayanacaqdır, siyasi hakimiyyətində bütün ən yanında. Mən yenə qalıram, siz özgürlüklə istiqlalı bir-birirsiniz, siz eyni həmdir, sonra da bunları bir-birinə rəqs verirsiniz ki, Qoymusunuz axı. Mən dünən də dedim, bütün dünyada sistemlər bu işləyir. Hətta bu İran dövləti yoxdur. Sistemi üstdən aşağı gəldi, düzdür. İndi İran dövləti istəyir bir dənə diktatorluq bir iş yapıyor qabığı. Əvvəl o diktator, əvvəlcə bərnaməsini tökür. O diktator işin yaradacaq dövlətin içində. Sonrası siyasi hakimiyyət məcburdur o diktatorun sözlərini götürər, aparar qabağa. Qutuldu. İndi burada seçim var. Seçimi kim qoyur? Diktator seçir kim olacaq. Diktator deyir dövlətin sistemine deyir ki, bu adam dövlət rəisim olacaq. Qutuldu. İndi seçim geçsin, nə cür model gedəcəksin, o gedəcək. Bu sistemlərdədir ki, insan dövlətlə müsavidir. İnsan dövlətlə çox baxın, yenə mənim sualım bu deyil. Mənim sualıma cavab bax. Bunların heç birisi ki danışdınız 2 dəqiqədən çox. Bu mənim sualımın cavabı deyil. Mənim sualım nədir? Sizin təşkilatın Güney Azərbaycan istiqlalı üçün yol xəritəsi varmı? Var. Bizim
təşkilatımızın yol hərəkatı başlanır Nədir? azadlığına. Nədir? Əvvəl azadlığımızı yaradacağıq. Əvvəl Nədir? azadlıq, həmin bəyani azadı ki, dedi bizim rəhmətlik Məhəmməd Əmin bəy Rəsulzadə ki, deyən bəyanı yazar. İlkinəm nə edirlər? Bir dənə şura yaradırlar. Şurayı rəhbəri ki, o orada insanların haqlarının əsaslarını müşəxəs edirlər. Orada insanların haqlarını ki, müşəxəs edirlər, nələr olur. Ondan sonra onu gətirirlər dövləti, yəni dövlətin payasını olurlar da burada. Hop. Əvvəl məsələ budur ki, biz burada təməlimiz bununla başlayır. Öncə azadlığın bir dənə mehvərində bir dənə şuranı yaradacağıq. O şuranın içindən bir əsasları çıxardacaq, dövlətin sütunu. Ondan sonra başlayacaq xalq cibhəmizi yaradaq, ya geçəcək məclisimizi yaradaq. Ondan sonra prosesin geçəcək, dövlət çıxacaq səhnəyə. Məsələ buradadır. Güzel. İstiqlal üçün. İndi burada etiraz eləmədim. Niyə? Çünki müstəqil cavab verdi. Düz ya qələt? Qardaş, Cavabı düz mən bunu verdim. təvazih versəm müstəqim sən deyən kimi, liberalizmi heç kəsi bilmir axı. Hamı onda gələr mənim düşüncəmlə opsi partiyaların düşüncəsini müsavi görər. Məsələ buradadır. Biz bunu açıqlaya təvazih verək xalqımıza. Çünki biz sol düşüncəsi ilə bir deyilik ki, sol, sağ düşüncələrlə bir deyilik ki, çünki sol, sağ düşüncəsi həmin dinimizin sistemin götürüb ölkədə piyadə edir. Solçuluq adına, sağçılıq adına. Tamam. Yəni ona görə burada mən onlara ehtiyac yoxdur təvazih verələr. Çünki aynı dövlət sistemin yaradacaqlar. Amma biz aynı dövlət sistemin yaratmıyıq axı. İstiqlal üçün, yəni Güney Azərbaycan istiqlalı üçün savaşa girər misiniz? 100%. Mən gördünüz rahat. Cavabı verin rahat olun. Rahat cavab Canınızı tutarım. Mənim əlimdən canınızı tutarım. Təşəkkür ederim. Sizin üçün istiqlal önəmlidir, vətənin istiqlalı, millətin istiqlalı, yoxsa millətin rifahı? Mənim Azadlığı. Millətin azadlığı önəmlidir, rifahı önəmlidir, yoxsa istiqlal? Mənim üçün azadlıq o yerdə deyək ki, bunun fəlsəfi siyasəsindən istifadə edirəm. Dövlətin də istiqlalı o yerdə deyək ki, bu fəlsəfi azadlı dövlətin içində olar. Rifah da o yerdə gələr ortaya ki, dövlət eləyə bilər insanlarına bunun, yəni haqlarını mühafizə olar. Əgər dövlət eləyə bilmir, mənim mənabə təbiiyimə sahib çıxa ki, biqanı aparmıyor. Yəni mühafiz olar. Nəinki öz mülkiyyətinə keçirdə. Mühafiz olar ki, banki mərkəziyə ki, pul tökür, onu quldurluq aparmıyorlar. Onu sisteminə ki, aparmıyorlar. Çalıb çalmıyor. Tamam, tamam. Baxın, mən indi burada yenə soruşmalıyım. Amma sadə deyəcəm. Sadə deyil. Sizin üçün istiqlal, vətənin istiqlalı, torpaqların istiqlalı önəmlidir, yoxsa millətin azadlığı ya rifahı? Ulan hamısı üçü də bir-birinə bağlıdır. Tamam. Yəni bir əsl yoxsa... Bağlıdırlar təbii ki. Amma hamısı əvvəl gəlir. Əvvəl azadlıqdır. Şəhət əvvəl azadlıqdır. Əsas şəhət azadlıq. Azadlıq olmasa istiqlalın məfhumu yoxdur. Tamam. Baxın, xülasə, rahat. Canınız rahat. Azadlıq fəlsəfi siyasi azadlığa, azadlıq özə hissatı tək başına. Fəlsəfi siyasi azadlığın mənzurunuz nədir? Fəlsəfi siyasi azadlığın fəlsəfi siyasisindən mənzurunuz nədir? Azadlığın siyasi fəlsəfəsi. Nə demək? Siyasi fəlsəfə nə deməkdir? Modern dövlət sistemidir. Modern dövlət sistemi olmasa dövlət müstəqil olmaz. O nə deməkdir? Modern dövlət sistemi liberal demokrasidir. Liberalizm yəni dövlətin liberal yəni azadlıq dövlətin alt yapısıdır. Demokrasi dövlətin üstüdür. Demokrasi bağlanır azadlığa. Azadlığa bağlananda insanın haqqından mühafizət edir evin içində. Başlıq evin içindən gəlir üstə. Bir insanın canından, xiyabanda yatan insan ki, kasıb dediklərini onun canından yapışır, ta gəlir üstə. Ki, kimsə onun haqqını yiyə bilməz. Tamam. Odur. İstiqlalı əldə etmək üçün, məsələn, Güney Azərbaycanın istiqlalını əldə etmək üçün ən önəmli və lazım işlər, şərtlər nələrdir sizin nəzərinizdə? Hər nədən mühüm, biz xalqımızın şuur siyasisini yuxarı çəkməliyik. Öz ana dilində çəkməliyik.
Baxın, mən özüm həmişə bunu cəhd eləmişəm. Nə qədər lüğətdə ki oxumuşam siyasətdə, onları çövürmüşəm ana dilimə. Ana dilimə çövürəndə öz dilimdə yoxdur ki o vacələr. Məcbur olmuşam Türkiyə kimi güclü ölkəmdən. O da mənim bir ölkəmdir. Olan o qədər dərin zətlər var. Hər məsələyə, məsələn, zadı vardır. Vacələrini çıxardıblar. Hər nəni. Olan Türkçəsini əlim aldığım zaman gətirəm öz Güney Azərbaycan Türkçəmlə biraz eşitlənliyirəm biləsin. Onlara danışanda rahat eləyə biləm, tozih verəm. Xalqım sən nəmləsən? Ey insan, sən ki xiyabanda gəlsən, sən ki sən torpağın pul görmüsən, nisyə pul görürsən, o qızılı, o dəmiri ki İran atlanan ölkənin dövlətinin saxtamanlarını qozuyub görə. Sən o pulu öz pulun bilmirsən, nisyə pul bilirsən, onda yanına mənə sən hələ bilmirsən ki, sən Azərbaycanlısan. Deyəndə Azərbaycanlısan, yəni o torpaq sənindir, dövlətin deyil. Yəni sənsən ki, dövləti yaradacaqsan. Sən dövləti yaradıb, onun sistemini də yaradacaqsan. Qoymayacaqsan onun içine bir dənə rəis cümhur ki, dünən nəsən 17, 15, 16 yaşındadır. Gedə orada otur, sənin ağa-baban ola. Gedə multimilyarder adam ola. Onu boğacaqsan Dostum, hüquqların içində. Dostum, istiqlalı, Güney Azərbaycan istiqlalını əldə eləmək üçün, yəni istiqlalı almaq üçün nə şərtlər lazımdır? Onlar bir dana İnsanlarımızın şuuru siyasi lazımdır. Bir, şuur siyasi, halkımızın şuuru siyasi. Tamam, bir, şuur siyasi. İki, şuur siyasinin yanında bizim aydınlarımız çok mühim bir yük taşırlar. Bunlar fərqli düşüncələr, o ki siyasətə giribdir, gərək bir çalar. Gərək bir-birlə debatçıya keçirlər. Küsün, cəhənnəm olsun geçsin. Əgər küsün siyasətmədə, küsün çıxsın geçsin. Əgər siyasətdə giribdir, gərək təhəmmül edə, gərək qabağa deməyə, şərt qoymuyor debata, şərt qoymuyor danışığa. Oturacaq, münazirə eləyəcəkdir hamı bir-birinə. İkincisi nə oldu? İkincisi bu oldu ki, bir-birlərinə müzakirə edirlər. Üçüncüsü, siyasi vacələrin hamısının məfhumun biz xalqımıza tanıtdırmalıyıq. Məsələn, bu vacələrin ən mühüm zadı haqqı təyin sərnişin. Ya, nə mən deyirlər, öz müqəddəratını təyin edilmək. Bizim xalqımızın böyütən düşməni elə bu haqqı təyin sərnişindir. Məsələ bu. Fərqimiz buradadır bizim olsa. Niyə? Çünki bu haqqı təyin sərnişin Lenin yazıbdır. Lenin hazırlayıb bunu. Lenin bunu hazırlayıb, aparıbdır. Sazman-ı Millələr orada da alıblar əllərinə. Çünki Blok Şərq də vardı bu Sazman-ı Millədə. Bu nə əsasda yaraldıb bunu? Bunu bu əsasda yaraldıb ki Lenin. Ölkənin içində tamam xalqlar ki yaşırlar, bunlar hamısı müstəqil fərhənglərə azad olacaqdır, öz əllərində olacaqdır fərhənglər. Ona görə Azərbaycan hünərdə, hünərmətlikdə elə şükuf olur. Rəşd Behbudovlar çıxır, filan çıxır, həqiqətən də çıxır. O da o sistemdə çıxır. Amma bu xalq bizzatdan məhrumdur. İqtisadı hamısı mərkəz dövlətinə. Bu sistem yəni mənə haqqı təyin sərnişin. Dəqiqən üçün fassasın deyəm, hər kəs bunu anlasın. Buna görə ki, Sazman-ı Millədə bir dənə əsas vardı. O dövlətdə ki, onun içində üyədilər, olan torpaq bütövlüğü hifz olunmalıdır. O ölkənin içində ki, bir xalqlar hazırdılar federalizmə, razıdırlar federalizmə. Yəni o dövlətin içində yaşayanlar, onlara deyirlər ki, siz gəlin haqqınızı təyin edin. Yəni bu haqqınız var ki, öz kültürünüzün, fərhənginizin sahibi olasınız, öz tarixinizin sahibi olasınız. Amma mərkəz dövlət iqtisada sahib çıxacaqdır. Bu tərifidir. Elə bilərsiniz, gedib baxarsınız, oxuyasınız. Tamam, daha nə mənə, hangi şərt var? Daha da şərt vardı istiqlal üçün. Var. Buyur, onları deyin. Bizim insanlarımız bunu biləcək ki, dünya xalqları bunun düşmanı deyil. Dünya xalqları, insanlar hamı bir-birinə qazanc əsasında irtibat salarlar, bir-birinə insan kimi davranarlar, amma hüquqları müsavi olduğu halda. Amma müsavi hüquqlar üstündə ticarət elədikləri zaman. İstiqlala bunun rəhti nə qədərdir? İstiqlal buna %100 buna dayanır. Çünki burada nə mənə? Məsələ budur ki, bizim səhədəki tolidimiz
müstakil öz Şimdi istiklal davası aparırıq. İstiklal davasında biz düşmənimiz olmasa niye istiklal alırıq ki? Niye baxın, savaşırıq? baxın bizim düşmənimiz bilirsiniz nədir? Odur ki, bizim o zehniyyətlər ki, bizim camiamızda vardı. Bütün İran'a adlanan ölkənin içində içtimaların hamısına millətlərin içində vardı. O da budur ki, dövlət müsavidir insandır. Bu bizim düşmənimizdir. Dövlət müsavidir insanla. Yəni insan eləyə bilər dövlətə hakim olar. Bu bizim düşmənimizdir. Və bu düşüncə bizim Güney Azərbaycan milli hərəkətimizdə hakim düşüncədir bu gün. Bilirsiniz? Ben bunu başlamadım. Niye mesela? Ne müşkülü var? Niye? Müşkül hadadır. Müşkül buradadır ki, insan müsavi dövlət olanda, sən o dövlət sistemin ki, yaraldısan, onun içində o adamlar ki, rəis cümhur olurlar, o adamlar ki, vəzir olurlar, hər nə ki olurlar, xalqın nə mənə vay, yox, malı, hamısı dövlətin ixtiyarında olur. Çünki dövlət nədir? Müsavidir insanla. Onlar ki, nümayəndə olurlar dövlətin içində, vəzir olurlar, rəis cümhur olurlar filan elə. Xalq bunlara bu zaten Axı bayaqdan da deyirdiniz ki, bayaqdan da deyirdiniz ki, liberal demokrasinin bayaqdan da deyirdiniz ki. O modern dövlət sisteminin rəbti yoxdur İranda olan dövlət sisteminin. Mən İranda olan dövlət, baxın mən İranda olan dövlət. Əslən sizdə İranda olan dövlətə bir dəqiqə qulaq asın. Bir dəqiqə qulaq asın. Dünənki bəzə gedirik ha. Mən sizi elə bir şey zora basacağam. Olsun, canı sağ olsun. Ərz edeyim. Baxın, mən İrana görə sizdən sual soruşmuram ki. Mən cənabınızın zehni, sizin fəlsəfəzə görə, sizin düşüncəzə görə soruşuram. Deyirəm ki, millət istiqlala, siz dediniz ki, modern dövlətin iki payası var. Azadlıq, üstün, demokrasi gəlir onun üstünə. Dövlət, baxın, mən deyəm, siz necə qoymuşsunuz, mən sözünüzə deyirəm, siz özünüz deyirsiniz, özünüz deyirsiniz, o da deyil ha. Mən dedim ki, azadlığın dünən də dedim, 6 dənə, 5 dənə sütunu var, axir sütunda xoşbəxtlikdir, Jefferson qoyub, 6 sütunludur, üstünə də demokrasi gəlir oturur. Bu gün də, indi də burada deyirəm ki, şərt-i əsli bu ki, sən istiqlaliyyən yetişəsən, həqiqi istiqlalı yetişəsən, budur ki, əvvələn dövlət müsavi insan nədir, bunu anlamağımız lazımdır. Bunu anlasaq, onda biz biləcək. Bu düşüncə bilirsiniz nədir? Bu düşüncə Əflatunun, Ərəstunun, Sokratın yaratdığı düşüncədir o zaman. Niyə? O məqsədə texnoloji yoxdur. O məqsədə bu var ki, fəqət imperatorlar hakimdirlər. Bunlar da imperatorları kontrol eləmək üçün demokrasi yaradırlar, federalizm yaradırlar, xudmuxtarlıq yaradırlar. Ona görə demokrasinin ömrü çoxdur burada. Məsələ buradadır. Buradan geçək. Bəs bunu bir sonrasında istəsək, bunun üstündə də lütfən bir dənə axirəzat qoyun. Mən bu dövlət müsavi insandır. Bunu açıqlayım. Ki, bilək bizim təşkilat, siyasi təşkilatlarımız o yerdə ki, bütün hamısını deyəm, birini demirəm ki, bizim bu siyasi qüvvəmiz, mənim də siyasi qüvvəmdir. Olar. Niyə? Çünki onlar mənim vətəndaşımdırlar. Mənim vətəndaşımdır. Amma çünki onları eləyə bilməyiblər. O geçmiş bağlarını İran adlanan ölkə demirək da. Geçmiş bağlarını eləyə bilməyiblər. Geçmiş sistemlə qopaldalar. O sistem ki, İrana rəbti yoxdur. Çünki İran dövlətdə bu sistemi İmparator Qacardan alıb özündən gətiribdir. Və bu sistemdə İmparator Qacara alan İmparator Britaniyadır ki, o imparatoru yıxır, dağıldır, onun sistemin götürür və bir dənə quldur qızanın əlinə. Tamam. İndi başqa sual soruşum. Buyur bən. Hangi səbəblərə görə Güney Azərbaycanlılar ya Türklər istiqlalları yoxdur? Baxın, əsas məsələ buradadır ki, bir ölkədə onlar ki, istiqlalla müxalifdirlər. Bu dünya səviyyəsində hər yerdə bu işləyir əslən. Bu cürdüdən. Onlar ki, o qüvvələr ki, istiqlalla müxalifdirlər. Mühafizəqar, o ki, hakimdir, dövləti var, onun mühafizəqarları, solçular, səltənət tələblər, dinçilər, ondan sonra bunlar, bir də biganə ölkələr, bir də biganə ölkələrin dövlətləri. Çünki onlar öz mənfəətlərini axtarırlar.
İstər Amerika olsun, istər Alman olsun, istər hansı olsun. O öz mənfəətini axtar. Onun məsələsi ki, orada kim əzildi, kim dağıldı, getdi. Burada siz bunlara baxın. Məsələn, Amerika dövləti yarananda... Misala getməyin. Lütfen misala Bir dənə getməyin. misal Cevap verin. olsun da. İki Yok dəqiqə yok. səhməz, amma hər Misala kəs getməyin. anlar. Misal istəyəndə deyəcəm. İndi Axı, mən ona Qazaxdan səbəblər soruşum var, sualı. Qazaxdan sualı soruşum. Hangi səbəblərə görə Güney Azərbaycanın istiqlalı yoxdur? O səbəblər ki, əsas səbəblər oradan gəlir ki, o dövlət ki, İran dövlətinə, yəni bizim Azərbaycanda da mən məcbur İran dövlətindən çəkəm də. İran dövlət sisteminin içində o siyasi qüvvələr ki, bütün yaranıbdır və bizim milli mübarizələrimiz o sistemin içində yaranır. Və qadir deyirlər, dünya sistemindən xəbərləri yoxdur, azadlığın sistemindən. Heç umanda azadlığın sistemindən xəbərləri yoxdur. Onda nə olur? Onda bunlar gəlirlər, nə? Öz işlərində davaya düşürlər. Niyə? Çünki qüdrət davası gəlir ortada. Niyə? Çünki o sistem onu istəyir ki, güclü adam gələ hakim ola. Ərdəmli adam gələ hakim ola dövlətə. Ərdəmlilik dövlət içində, yəni üstün insan. Üstün insan gələ dövlətin sahibi çıxar. Və bu sistemin içində o adamlar ki, ərdəmli olurlar, onlar həmin adamlar olurlar ki, sabah multimilyarder olurlar. Məsələ buradadır. Və bu sistem indi bizim siyasi qüvvəmizin üstündə hakim bir sistemdir. Gene mən başlamadım. Baxın, gene mən sualımı təkrar edeyim bir dəfə, bu üçüncü dəfə. Hangi səbəblərə görə türklərin istiqlalı yoxdur? Bu da yaxşı. Bunu da bu səbəb bu zaviyyədən gəlir. Sadə deyəcəm sizə. Tamam mı? Doğrudur. Burada bir dənə gözəl zat vardır, mətrah olunur. O da budur ki, Avropa dövlətləri birləşirlər. Ərəb dövlətləri birləşik dövlətlərini yarada bilirlər. İngilistanın o zatları, kolonilər, onlar da birləşməklərini yarada bilirlər. Amma türk xalqları eləyə bilmirlər birləşələr. Niyə? Niyə? Çünki işlərində olan sistem ki, hakimiyyət var idi, bu sistem insanlarımızın məğzində giyib çıxmır. O duvar olubdur. Öz qabağımıza özümüz öz duvarımızı çəkmişik. Bizim türk dövlətlərimiz nədən imperatorluqlarımız vardı, birləşmədi. Birləşsəydi dünyanın sahibidir. Niyə? Çünki burada güc davasıdır. Gücü ki, gəlir qabağa insanın əlində olur, bu istiqlalımızın böyütən manasıdır. Sağ olun. Mən 3 dəfə soruşdum. 3 dənə cavab aldım. Üçü də bir-birinin dalısında. Gözəl gəldi bu. İstiqlala alternativ görür müsünüz? İstiqlalı nəyə görə alternativ görürəm? İstiqlalın alternativi var mı? İstiqlalın alternativi yoxdur, yox. Həqiqi istiqlalın alternativi yoxdur. Həqiqi istiqlal indi. Bax, həqiqi dediniz, özünüzü saldınız bir şey. Həqiqi istiqlal yəni nə? Baxın, istiqlal var. Məsələn deyəm, amma müstəqil olur da. Fərzən, müsəddiq müstəqil oldu. Hakimiyyətdə. Oldu da. Olandan sonra nəfti millilədi. Kimin nəftini sən millilədin? Hansı xalqın maadını, təbiisi millilədin sən? Kimə verdin? Bu da istiqlaldır. Bu da istiqlaldır. Bu istiqlal da var, bu anda bir istiqlal da varımızda. O ki, xalqın dövlətə icazə vermir, xalqın sərvətinə yaxın düşər. Məsələ budadır. Ona görə mən dedim, bəli. Tamam, təşəkkürlər. Yaşa. İstiqlal mümkün olmazsa, Güney Azərbaycandan danışıram, bu şəraitdə. İstiqlal mümkün olmazsa, federalizmə necə yanaşır? Əsla federalizm, yəni İran dövlətinin bu şəraitdə ki, İran dövləti dağılmaqdadır. Federalizm təhcə ona bir dənə adamın xoşlayanda bir dava atır, biraz yatır. O davadır ki, İran dövləti verir xalqlar, atır ona, o davanı atırlar ki, yumuşanarlar, ta İran dövlətinin faşistləri təzəşdən güclərini özlərini tapar. Heç umumanda çox az bir ehtimal üzrə federal İranda qəbul edər misiniz? Çox az ehtimal olsa. Federal yəni niyə? İran məfhumu yoxdur ki, mən onda federalım ola. Tamam. Sizin təşkilat İrandakı tüm türklərin istiqlalını düşünürmü? Əlbəttə. Tüm türklərin yoxsa Azərbaycanın? Bütün türk dövlət xalqlar müstəqil olacaqdır. Yəni, istəyirdim bunu sorsam.
təkcə Güney Azərbaycanın istiqlalını düşünürsünüz, yoxsa Türkmənlərin də, Qəşqailərin də, Xorasanlıların da? Baxın bir söz deyim. Burada bir şey bizim aydınlardan, məsələn, bu cür istirlər göstərirlər ki, bizcə o hamı xalqlar bir olaq, məsələn, Qəşqai, bu hamımız bir olaq. Ondan sonra elə birlik istiqlalımızı yaraldaq. Biz də deyik, yox. Əsla və bədə bu cür deyil. Biz 40 milyon insanıq. 40 milyon olmayaq, olaq 10 milyon. 10 milyon olmayaq, 1 milyon olaq. 1 milyon insan, 1 milyon insanın içindən 200 min nəfər həqiqi azadlıq istəyən insan çıxsa, o 200 min nəfər qabağa düşdüyü zaman hərəkətə xalq bütün onun dalısına düşəcəkdir. Xalq xiyabanlara töküldü, istiqlalini alıbsan. Sən Güney Azərbaycan istiqlalini aldığın zaman heç lazım nə o xalqı, Qəşqai xalqın fikrini eləyəsən. Heç lazım nə o Xorasan türklərinin fikrini eləyəsən. Nədən? Çünki onlar zaten yanı başlayıb işlərində bir dənə ot çıxır eşiyə olan işlərindən. Onlar qədər güclüdür ki, ehtiyacları yoxdur biqanəyə, özgə, hələ lap qardaşına da dayana. Ehtiyacı yoxdur, amma istəsə hər ləhsə yanlarında olacaq. Birbaşa özləri istiqlallarına keçəcəklər. Və biz də yanlarında olacaq. İndiki şəraitdəki Əl'an var. Elə indiki şəraitdə dedim. Sualı soruşuram. İndiki şəraitdən istiqlal əlverişlimi? 100%. Nə cür? Bu cür ki, biz də buna inanırıq. Biz o zaman eləyə biləcək bu dövləti dağıldaq ki, öz xalqımıza inanaq. Öz xalqımıza inandığımız zaman yəni bilir ki, dövləti dağıldan xalqıdır. Yaraldan da xalqıdır. Bunu ki bildirik, insanlar ki onların içindən hər məntəqələrdə vardır, özlərinin yeri var, olan hamısına sahib çıxacaq. O içtimalarımızın içində bir şey insanlar olan hamısına biz sahib çıxacaq. Alacaq yanımıza, özümüz yanlarında olacaq. O istiqlal əlverişlimi? Yəni indi bu şəraitdə millətin bayaqki dedikləriniz, millətin beyni, roşan fikirlərin beyni hazırmıdır istiqlala? Aha, kafidir ki, bizim siyasi qüvvələrimiz oturarlar, düşüncələrin qoyularlar. Yəni, həqiqi siyasi qüvvələrlər. Yəni, bu olmayarlar ki, biqanə yaratmış təşkilatlar olarlar biləmizə. Həqiqi təşkilatlar, öz təşkilatlar olarlar. Hər düşüncədə olursan, öz təşkilat olur. Öz təşkilat olduğun zaman qorxmasan, gələrsən, deyərsən, gəlin, oturun, açacaq, televizyonlarımız açacaq. Biri döydü, biri döydü. Davamlı danışıqlar tutacaqlar. Xalqa deyəcəklər, xalq, baxın hansını istəyirsiniz bunların. Xalq onların içindən seçəcək kimi istəyirəm mən. Xalqın seçdiyi hamıya qəbul olar. Odur ki, yıxacaq İran dövlətini. Odur ki, sənə istiqlal gətirəcək. Düşüncə azadlığı, fikirlər azadlığı, partiyaların azadlığıdır ki, gətirəcək. O partiya ki, qorxu gələ bu səhnədə danışır. O partiya ki, qorxu münazirəyə çıxar. O, lütfən səhnədən, yəni, geçsin ay işə baxsın. Çox açıq deyək. Baxın, sualımı soruşmuştum, siz bir ayrı bir şey dediniz. Əslən bunu soruşmamışdım ki, deyirsiniz. Sonra da ortaya girsəm deyəcəksiniz ki, ayaq yalın girirsən ortaya. Baxın, bu şəraitdə ki, Əl'an varıq, istiqlal əlverişlimi? Əlbəttə. Nə cür? Gənə də tozif verim. Bir səvə saat ay model dinləyirsin. Yox, tozif bu cür bax. Nə cür əlverişlidir? Əl'an nə cür əlverişlidir? Biz indi bu vəziyyətdə... Axı, bu vəziyyətdə bəyəm, bilirsiniz niyə? Siz istiqlaldan danışırsınız, yaxşı. Bu vəziyyətdə mən sizə deyəndə azadlıq əvvəl gəlir, xalqımıza azadlığı danışacaq. Azadlığı danışacaq. Onda əlverişli deyil. Gərək siz əvvəl biri 10 il, 20 il, 50 il qoyasınız bu insanın beynini azadlığı tanıtdıraq. Sən istiqlalı kimə istəyirsən yaraldasan? Mən istəyirəm, siz istəyirsiniz. Mən istəyirəm. Mən istəyirəm. Siz kimə istəyirsiniz yaradasınız? İstiqlalı yaraldasan. Kimə? Məsələ budur. Mən biqanə istiqlal istəmirəm ki, rahat gələ mənim torpaqlarımı sala para. Mən fas dövlətinə də istiqlal istəmirəm, rahat gələ malımı sərvətini götürə. Mən xalqıma, insanıma azadlıq axtarırım. Özümə azadlıq axtarırım. İstəmirəm, mən bu yeri bəyənmirəm. Bura mənim vətənimdə, bura mənim torpağımda. Mən burada biqanəyəm, mən burada hər zaman özü-özətdə yatım, həsrətdə qalxırım. Mən istəmirəm burada qalxırım. Ona görə əlləşim,
özgürlük apam ölkəmə, azadlıq apam. Azadlığı xalq görsən ha nədir? O elə istiqlalın alar. Heç kəs inanmaz. Həm o xalq ki, yuxudadır fikrsiz. Bizim xalqımız yuxuda deyil. Bizim xalqımız biz deyil. Bizim xalqımızın keçmişi var. Sizcə bu siz dediyiniz azadlığı millətə tanıtdırasız siz məsələn neçə 100 il çəkər? Siz 100 il qoyun. Əgər bizim həqiqi siyasi qüvvələrimiz səhnəyə gəlsə 5 il çəkməz. Tamam. Təşəkkür edirəm. Hangi düşüncələr və güclər İranda məhkumluqda yaşayan millətlərin istiqlalı ilə müxalifdirlər? İki şey soruşuram. Hangi düşüncələr, hangi güclər millətlərin istiqlalı ilə müxalifdir? Bütün düşüncələr ki, solu ola, sağı ola, sol düşüncə ola, sağ düşüncə ola, o ki, deyər, dövlətən sahabı insandır, o azadlığın düşmənidir. Bayaqdan da deyirdiniz, axı dövlətin əsası insandır. Sən mənim sözümü niyə ayıcı söyləyirsən? Mən deyəm, o yerdə ki, dövlət müsaviyə insandır. O düşüncə ki, deyər, mən insan dövlətin sahabıyam, mən insan, mən Haşim, rəis-cümhur oldum, dövlətin sahabı oldum, dövlət mənimdir, xalqın deyil. Tamam. Mən deyəm, bu düşüncələr istiqlalın da düşmənidir, azadlığın da düşmənidir. İndi hər kəs olursa olsun. Burada nəyəm var? Dünyada azadlığın tək bir yolu var, iki yolu yoxdur. Olar ki, gələ iki yol götür, bir o yana gedən, mən bir boyunca, olsa bir söhbətimiz yoxdur. Azadlığın tək bir yolu var. Heç bir ölkədə də iki yol, o bir dənə partiyanın içində iki ideoloji bir yerdə yerləşməz. Hər kəs bunu elə özündən çıxartma, bizzat qoyub ortaya. Məsələ budadır, bizim xalqımızın düşüncələrini qatmaq üçün bu işlər görürlər. Və biz bunun qabağında dik dururuq. Biz buna görə deyirik, açın, qapılarınızı açın, debatlara qorxmayın. Əgər özünüzə inanırsınız, açın, gəlin münazirəyə. Əgər sən hizbisən, gəl otur mənim qabağımda, deyilən Haşim, sən besavad adamsan, mən səndən danışmam, amma olsun, həyin olandan sonra bir siyasi düşüncə daşsan, gəl danışaq, xalq baxsın götürünə deyik. Nə olar? Məsələ buradadır. Mən elə o işi görürəm. Yox, siz indi burada təhtə hizbləri tanıtırsınız və bunu da deyirsiniz ki, heç bir şəxsə toxunma. Toxunacağım, siyasətçiyəm mən, siyasətmədəyəm. O ki, iddiayı siyasətmədarlığı ilə ona toxunmaq həqqı olmalıdır. Əvvəl gərək millət biləşir, siz kimsiniz, nə düşünürsünüz? Əvvəl sizi tanımadan, sizin rəqiblərinizi tanımadan, sizinlə millət müzakirə edəsəz, baş tapmaz nəmənə müzakirə edirsiniz. Əvvəl hər yerdə, dünyanın hər yerində budur. Biz özümüzdən teori qoymuq ki, öncə siyasi qüvvə, aydınlar bir-birlərindən tartışarlar. Aydınlar tartışarlar, bir-birləri çəkişərlər, yəni. Münazirə yəni çəkişmə. Bir-birlərini çəkərlər, tərəzi içində. Xalqda o obsuz danışçı qisməti, cavanlarda olan danışıqlarına baxar. Bizim danışıqlarımıza xalq oturub baxmır ki, aydınlar oturub baxır. Buradadır ki, aydınlar bir-birləri çəkişləyəcəklər. Ondan sonradır ki, bunlar birləşəcəklər, oturub danışsalar birləşəcəklər, müştərək yerlərə geçəcək. Mən solçuluqla müxalif deyirəm modern dövlət sistemində. Modern dövlət sistemində solçuluq var. Sosial demokratlar hakimdir. Almanda sosial demokratlar hakimdir. Amerikada sosial demokratlar hakimdir. Haşim bəy, siz dediniz ki, iki düşüncə və onların gücləri sağ, sol, Güney Azərbaycanda muhafazı karlar, bir də dindarlar. Dindarlar. Dindar yox, dinsilər. Dinsilər. Bunlar biganə dövlət. Bir də biganə. 5 dənə. Bunlar İranda məhkum olan millətlərin istiqlalinə müxalifdirlər. İndi onların dəlilləri nədir ki, müxalifdirlər? O güclərin ya o düşüncələrin dəlili nədir ki, müxalifət edirlər? Buna görə ki, əvvəl biganə dövlətdən, buna görə ki, tüm müstəqim dövlətlə müamilə edəndə hər bir zat ki, dövlətə satırlar, onu 10 bərabər qiymətinə satırlar. 10 bərabər çox qazanırlar. Əgər gəlib o xalqla müamilə eləsə, xalq da tacirdir da, xalq pay müamilə elə. Deyər, mən sənə bunu verirəm, bunu alacağım. Bu qiyməti qoyuram, sənki bu qiymət, mənimki də bu qiymət. Sənki bu cür dəyərsi, mənimkin də dəyər bir belədir. İstəyirsən alış-veriş, istəmirsən özün bilərsən.
Burada dövlət amacı eləmir. Məsələn, sadə bir misal bulaq. Bugün dövlət fərzən Azərbaycan turaxtı kimi bir dənə şəxs adamın əlindədir. İşim yoxdur, haradan pul gətirdi. O istəyir də bir dənə dünyanın beytanın oyuncusunu alır, gətirir. Dövlət çıxır o oyuncuya 4 bərabər onun pulunu verir. Oyuncu kimə gələ? Sepet gələ tiraxtır. O ağıllı oyuncu olsa, gedə dövlətin timinə məsuliyyəti yoxdur qol vurmaqda. Məsuliyyəti yoxdur yaxşı oynamaqda. Çünki dövlət deməyəcək yaxşı oyna. Deyəməcə mənim timim. Tamam. Yo, dünya mənim Dövlətlər arası. Tamam. Bir dövlətlər arası bir mənfəətlərindən dolayı. Dövlətlər öz mənfəətlərini axtarırlar. Tamam. Ondan sonra bu bizim düşüncələrdəki vardı, biz saydıq. Sayçılar, sağçılar, solçular, dincilər və mühafizəkarlar. Ayso. Bunların da təkcə hədəfi budur ki, siyasi hakimiyyəti ələ keçirdilər. Çünki bilirlər, siyasi hakimiyyəti ələ keçirdilər, eyni budur ki, dövləti ələ keçirdilər. Dövlətə siyasi hakimiyyəti ələ keçirtmək əmin milyardla pul əlinə düşür. Müxalif qüvvəsi ki, fasistçılar olar, onların hamısını kəsər biçər. Hamısını kəsər biçər. Açıq deyəm, net deyəm, bizimkilər deyəm elə. Elə ki, ola səhnədən ötür deşə, özü qalar, öz xalqı qalar. Başlar öz xalqını kəsib biçməyə. Çünki niyə? Özün dövlətin dədəsi bilir, özün millətin dədəsi bilir. İstik bütün mal, mülk, həynəni yığa, milyardla, trilyardla pula eşiyə, ömrün öləndən sonra da özündən sonra bütün əcda uşaqlara gələcəyi hamısı ağa babası. Çox üzr istəyirəm. Çox üzr istəyirəm. Yenə kəsəcəyəm. O 5 danadan dövləti dediniz. İndi gəldiniz bu 4 danan deyəsiniz. Mühafizəkardır, dincidir, salçıdır, solçudur. Bunlar niyə müxalif edir? Orada nə oldu ki, Azərbaycan təşkilatlarına, İranı da qətlam elədilər, türkləri də qətlam elədilər. Buna necə getdiniz? Bu mühafizəkarlar əslən məsələn o dincidir ki, deyək biz İran dövlətinin mühafizəkarıdır. Bizim Azərbaycanımızın da mühafizəkar adamları var. Dincidirlər. Bunlar da istəyirlər o malların yerində oturarlar, Azərbaycana hökm eləyirlər. Məsələn, bu günlər fürsət düşsün zadın əlinə, Pezeşkiyanın əlinə. Xameneyi səhnədən rədd olsun. Bunu rəis cümhur eləyirlər, ölkə bunun əlində olar. Ölkənin vizarət ittilatı deyək, bu nə desə, rəis cümhurdur, biz bunu alacaq. Amma rəis cümhur saymaz, vizarət ittilat Farsın dövlətinin ittilatıdır. Bunun dövlətinin ittilatı deyil. Amma Güney Azərbaycanda bu gücü yaratsalar, bu insana, bu dinçiyə, bu hökuməti alsa əlinə eynən İran dövlətinin tayi olar. Orada istəsəz opsiyona geçsin. Bəli, obrisin. Solçuya baxsaq, solçu düşüncəsi iki cürə solçu varımızdır. Bir modern solçular vardılar, bir də normal solçular ki, geçmişdən dedi, Marks-Leninistlər idilər. Yəni, bunlar da zat solçu olub, indi də yetim solçu olublar əslində. Nə üçün yetim solçu olublar? Bunlar Marks-Leninist qalıblar, amma o düşüncələr ki, dövləti ələ keçirdək, dövləti onlar başlamayıblar. Onlar başlamayıb. Lenin, Marks, Biləngəz, onlar başlamayıb. Mən başaracağım. Mən solçu dövləti alacağım əlimə. Xalqın bütün ədaləti, ictimai rabitəsinə, bütün mülkiyyətin özümə geçirdəcəyəm. Xalqın içində bərabərlik yaradacağım, bərabərlik yaradacağım. Yəni, xalqın hamısı kasıblayacaq. Hamısı əşyağı xaricə səviyyəsinə düşəcək yaşamları. O da milyardla, trilyardla pulun babası olacaq. O da başlayacaq atom yaratmağı, eynən Çin kimi, eynən Rusiya kimi. Əsas məsələ buradadır. Çünki xalq o zaman ki, mülkiyyətdən düşdü, rəqabətdən düşər. Xalq düşüncədən düşər, xalq azadlıqdan düşər. Feodalizm niyə dağıldı Rönesansda? Buna görə ki, Çox çətin qırağı şey eləyək. Sizin də hangi bölümü tozih verirsiniz? O qədər dediniz ki, mənim yadımdan çıxır. Solçu və sağçı. Heç fərq eləmir. Solçu və sağçı. İkisi də aynıdır. Bunların ikisi də o federalizmin sistemindən gəlmədi. Məsələ də deyəm federalizmin, feodalizmin sistemindən gəlmədi. Məsələ buradadır. Bu düşüncə əsasən o yerdən başlayır ki, insan müsavi dövlətdir, oradan başlayır. Yəni, insan ki, dövlətə sahib çıxmalıdır. Bir dənə sual soruşum. İlgisi yoxdur, çox məzərət, parantez arasında, çox məzərət sizin. Sizin təhsilatınız nə mənədir? Mən Besavad adamım. Mən doğrudan deyirəm, valla Besavad adamım. Nə cür yəni? Həqiqətən, mən İranda zorla diplom aldım. Ondan sonra dərs oxumamışsınız, yəni. Urpada dərs oxumamışsınız. Baxın, gör nə deyir. Mən əvvəl ibtidaydan ta 12 diplom alanacan, mən Farsça danışmamışam mədrəsədə.
Tamam, onu mən də o müşkülüm var idi. Amma Bax, Avrupaya mən gələndən sonra fasilitə danışmamışam, mənə harda yer olacaq? Avrupaya gələndən sonra Avropada dərs mən oxudunuz. gələndən fəqət işləmişəm. İşləyəndən sonra da fəqət bu düşüncə ilə ki, siyasi məsələmə nə söhbət onun Tamam, üstündə sağ olun. işləmişəm. Yəni istədim Qoy onu da deyim sağ axı. olun. Qoy onu da deyim də. Burada bir sürü qüvvələr var. Tamamilə mənim doğramımı üçün biliblər mən kiməm. Mənim doğramı hər tərəfdən yaxalayıblar. Hər tərəfdən ki, hərəkət eləmişəm, hər tərəfdən zərbə yemişəm. Qoymayıblar açılışam, qoymayıblar iqtisadım güclənə. Özümün iştibahım olubdur. Onlar amma səbəb olublar. Ona görə məsələm nə? Mən o cəhətdə bilməm, heç bir məsələ. Hər Yox, yerdə ona görə yox. besavad Elə adamlar. bu iki gedib oxumusuz, bunu Yox, mən düşünməyə hər yerdə çalışmışsınız. Bu bir özü dəqiqə önəmlidir. mən hər yerdə demişəm, mən fars dilində besavadam. Yox, mən tamam, təşəkkür edirəm. Yəni bu iki getmisiniz, oxumusunuz, zəhmət çəkmisiniz, çalışırsınız, bunu açıqlayasınız. O özü önəmlidir. Ona görə istədim, görüm ki, bir Bunu təxəssüsü mən bir şey var. hər yerdə deyirəm. Mümkündür Niyə? biri Çünki gedə sabah bax bir məsələn şey gedə deyim. Avropada, mümkündür biri gedə Avropada məsələn liberalizmi oxuya. İstədim görüm Yox, cənabınız mən oxumusunuz, bunu istədim. istəyirdim başlayam, amma üçün dükanlar ki, açmam, bütün işləmişəm. O dükanlarda ki, işləmişəm, sonrası biləmdən başladım ki, dərs oxumağa, mənim dükanlarımı daldan vurdular. Daldan vurdular. Yəni 1000 dənə oyun yatdılar başıma. Tamam. 1000 dənə. Geçmiş olsun. Amma bunu Geçmiş istəyirəm, olsun. bir söz də deyim, ondan sonra siz yesiniz zaten. Mənim gələcəkdə heç cürə iddiam yoxdur hökumətdə olmaqda, məqam rütbədə. Niyə? Çünki bu yolu ki mən götürmüşəm, o adamlar ki mütəxəssisdirlər, onlar gələcəklər mənə deyəcəklər, sağ olasın, bəsindir, sən yoldun, sən çıx get işə. Niyə Biz parti işimiz yox. əgər istəmirsiniz hökumət hələ keçirdəsiniz, Mən niyə yox. parti qoymusunuz? Bizim hizbimiz yetişdirəcəkdir. Tamam. Bizim hizbimiz Əgər bir millət ya millətdən istiqlal istərsə və istiqlal üçün iradə də edərsə, istiqlal iradəsi, istiqlal əldə etmək bir uluslar arası əxlaqi, siyasi haqq mıdır? Baxın, əvvələn uluslar arası deyəndə dövlətlər birliyi, yəni Sazman Millət o dövlətlər birliyidir, yığışıblar orada. Orada bir dənə həddi hüdud qoyublar, onu dövlətlərə qoyublar. Mənə qoymayıblar. Mən ki opozisiyonam, mən ki müxalifəm, mənim rabitəmdə bir dənə maddə yoxdur da. Orada insan hüquqlarının üstünlüyü var. O insan hüquqları ki, insan azad olacaqdır. Orada hər dövlət ki gedir oraya gərək insan hüquqlarını qəbul edir. O dövlət ki gəlib insan hüquqlarını qəbul edib, imzalayıb gəlib ona icra eləmək, onu mən didəyəm dağıldıram. O mənim haqqımdır. Heç kəs mən indi bu dövlətlə savaşa geçəm, əsləhə ilə də savaşa geçəm, dünya mənim yanımda duracaqdır. Dünya mənim yanımda. Dünya mən deyəndə 40 milyon insanım. Mənim yanımda duracaqdır. Dünya Niyə duracaq sən? Niyə sənin yanında çünki duracaq? mən insanın hüquqları üstündə dava aparıram. Tamam. Dünyanın yarısı insanlar üstündə gedir, amma heç kəs daha da durmur. Çinliləri belə orada doğururlar. Çində o Türkləri doğururlar. Çindən işim yox ki, mən İran adlanan ölkədən işim var. Elə İranda da cürdür. Siz İran İranda adlanan ölkədə insan hüquqlarını imza çəkib ya yox dövlət. Çəkib ya yox Sazman Millətdə. buyurun. Yox, niyə buyurun? Deyil, çəkib də. Siz buyurun. Mən Yox, sizdən sən niyə qalmışım. deyim sən çəkibdir? Mənə səhmiyib. Mən sizin suallarınıza cavab verməyəcəm ona görə. Tamam, mən sual verməm ki. Bu sual Sual verirsin. Yox, mən deyəm bunu çəkibdir. Siz də bilirsiniz çəkib. Necə Çinli misal vurursunuz? Burada deyəcəksən, bəli, çəkibdir, qutuldu. Sən də bilirsən, mən də bilirəm cavab nədir. Tamam, özür O ki dilerim. Mənə çəkibdir bu ehtiyac sual. O yoxdur ki ki. bunu O çəkibdir. cavabın bildiğiniz şeyi məndən niyə soruşursunuz? Okay. O ki bunu çəkibdir. Düzdür? Çəkib. Yaxşı, Sazman Millələr bundan soruşur niyə çəkibsən? Niyə icra eləmirsən? Heç soruşmur. Çünki Sazman Millələrin heç ölkənin iç işinə qatışmaq haqqı yoxdur. Bu iç işdir. Bu iç işdə mən İran dövlətini dağıldıram. Sazman Millər deyək, kim dövlətdir? Xalqın səfər dursun, xalq seçimə geçsin, desin, həm sənsən dövlət. Qutuldu getdi. Amma bir məsələ var. Onlar ki insan hüquqlarını, onlar ki Sazman Millərdən, yəni özlərini budur götürək ki, biz haqqı təyini sənirişdi, mətrəh eləyirik, qoyuq qabağa. Sazman Millət onu alır əlinə, deyir, bəli, sən haqqı təyin sənirişdi, sən qəbul edirəm, sən mübarizəni apar haqqı təyin sənirişdi, haqqı təyin sənirişdi, istiqlal vacəsi yoxdur. Yoxdur.
Tamam. Herkes Yok, deyir, ben özündən sizin o çıxır. sözlerinizin o bölümüne itiraz ederdim ki, itiraz eləmədim. Siz Sual etiraz altına edirsiniz apardım elə, ki, məsələn yok nə? yok, kulak aslında. Lütfen ben de Ay danışımda bağışla, bir mənə bağışla, fürsət verin, mən də bağışla, deyim. bağışla. Ben sizin sözün o bölümüne itiraz ya sual istedim koyam ki, siz buyurdunuz ki, biz mesela silah da götürsək, savaşsaq, dünya bizim de arkamızda durar. Çünkü hukuki bəşər üstündür. Baxın, əgər Bir xalq dəqiqə, yanımızda bir əlbəttə. dəqiqə, Xalq bir olmasa dəqiqə. mən çirik fəda edərəm ki, əsləhə götürəm dövlətlə də verəyəm. Mən o zat deyirəm, çirik deyirəm ki. Ben de dedim ki, Çin'de insanları qətliam edir, Çinlilər, Türkləri. Dünya da görür, yad da Yoldaş sakitdir. ona cavab ver. İranda da insanlar qətliam edir. Gene de her şey sakitdir, yanında durmayıbdır. İstiqlalçıların da yanında durmayıb, o birisilərin də. İndi burada İcazə verin, siz, mən bunu tozı buyurun, deyim də siz Çin deyirsiniz. buyurun, Baxın, buyurun. baxın, hər kəs bilir. Çin aynen İttihat-ı Cəmaət Şurəvi sosialisti kimi atom silahı var. Atom silahı olan ölkə, Çin diktator ölkələr, bunlar savaşa qaçarlar. Çünki savaş bunların can verir bunlara. Bunlara yaşam verir savaş. Bu mədəniyyət nə edib? Bunu savaşı əlindən alır. Deyirsən, nə deyirsən? Əgər xalqın istəmir azad olar, özü bilər. Nədən? Çünki bilir, bunun içindən çürüyəcək sistemi. O xalq qalxacaq, o dövləti kəlləsi üstə yıxacaq, yeri dağıldı. Onun müntəziridir. Necə ki, İttihat Cəmaət Şurəsinin xalqı qalxmadı, öz-özünə sistemi töküldü. Orada Azərbaycan vaxtı dövlət yaratdı. Və heç kəs dəstək edilmədi. Dünyada qəbul elədi biləsin. Məsələ buradadır. Tamam. İstiqlala iradə edən millətlər üçün müxaliflərin o Bektonakı saydınız. Onların bir önəmi var mı? Var. Çox önəmlidir. Onların önəmi buradadır ki, onlar xalqımızın içinə düşüncə aparırlar. Xalqın içində bohranı fikri yaraldırlar. Bohran, düşüncə bohranı yaraldır. Xalqı qalır kim düzdür, kim düz demir. Ona görə xalq bilməyi üçün, əgər həqiqətən bizim özdürlər, təşkilatlarımız Güney Azərbaycan təşkilatıdırlar, həqiqətən, yəni federalist olsa nə olur, İransız da olsa nə yoxdur, mənə qəbuldur. Gəl otur münazirəyə, qorxma. Gəl otur münazirəyə. Xalq otsun qulaq aslında, açıq otsun qulaq. Və bu kimin vəzifəsidir? Gəlib, mən Türkiyə televizyonlarını 100 dəfə desəm, mənə qulaq asmaz axı. Bu bir belə deyim Tamam. mən. Ərz edeyim xidmətinizə ki, bir saat yarımdır. Xoş geldin bəs. 17 dənə sualın üstündə getmişik. Bir saat yarımda. Yəni ki, çox uzun çəkir. Bu günləri də çox uzun çəkir. İran, geçirik İran konusuna. Buyur bən. İran kavramı. Bu İran sözü var ha, söz. Bən. İran kavramı sizin düşüncənizdə hangi tərif ilə tanımlanır? Mən İran adını eşidəndə İmparator Britaniya yadıma düşür. Çox sadə tərifi budur. Yəni nə mənə? Yəni dədəsi odur da. Tamam, yəni nə mənə? Məsələn, İmparator Britaniya sizin zehninizə nə gətirir? Mənə bu gətirir ki, nədir bir dənə imparatorluğu dağıldı və nədir onun yerinə bir dənə dövlət yaradıldı. Dövlət yaradılıb, amma millət yaradılmayıbdı. Millət yoxdur. İran hatta millət yoxdur, dövlət var amma. Dövləti yaradıbdı. Mən sevməm, indi dövləti var. 100 il yaşındadır. Tamam. Ona İran İmparator Britaniya, babası, İran dövlətinin babası yadıma düşür. Tamam. İran kavramı siyasi görürsünüz, yoksa kültürel, yoksa topraksal, yoksa dilsel, yoksa dinsel. Ne tür görürsünüz? Bir yerdə ki, dövlət yaranır və sazman millədə adı geçib, o jeopolitik bir coğrafiyatıdır. Qoyulubdur. Coğrafyanın adıdır. Coğrafiya siyasının adıdır. Eynən İttihat-ı Cəmaət Şurəvi sosialisti kimi ki, dağıldı, öldü, getdi. Yəni bu da ölüb gedəcək. Siz de o anlamda qəbul edirsiniz, yoksa sizin anlamınız fərqlidir? Yox, öyle o mən qəbul eləməyəm. İndi dünyada var da jeopolitik adı. Sizin düşünceniz var da, bu İran sözündən sizin bir düşünceniz var. Mənim Sizin düşünceniz o İranın vücudu xaricisi yoxdur. Tamam. Mənim düşüncəmdə. Tamam. Amma
indi bilakə jeopolitik olaraq səbt olunub və bir Dünya insanlar, xaslar, vaqiələrində bir şey var, mollalar, amma siz siyasi olaraq düşüncəzdən qəbul eləmirsiniz. Bunu mən istəyirəm görüm ki, sizin düşüncəniz nədir? əlbəttə. İran adlı varlığı rəsmiyyətə tanırsınız. Yox. İran sözü yox. İranlı sözündən siz nə düşünürsünüz? Müsabiqdə İmperator Britaniyanın uşaqlarla, Hindistandan gətirən insanlarla. Biraz açıq. Faslarla, hə? Faslarla kütləyə ki, Hindistandan gətirib buranı. Olanla müsabiqdə. Tamam. Türklər, Azərbaycan, Azərbaycanlılar, İran və İranlılar. 4 dənə oldu. Türklər, Azərbaycan, Azərbaycanlılar, İran və İranlılar qavramının 5 dənə. Siyasətə bunları yan-yana qoyanda necə görürsünüz? Bunlar heç vaxt yan-beyan olmayacaqlar. Onlar ki, istəyirlər yan-beyan qoyurlar. Onların təhcə bir hədəfləri var ki, İrana rəsmiyyət verirlər. İranın adına rəsmiyyət qazanırlar. O İrana, o ölü halında ki, düşüb yataq üstünə, ona can verirlər təzəşdən. Ondan sonra ayrı bir qavram yoxdur. Onda pəs beləsi bölüm. Türklər, Azərbaycan, Azərbaycanlılar bir tərəfdə, İran və İranlılar bir tərəfdə. Bunları qarşı-qarşıya qoyanda nə düşünürsünüz? Bunlar qarşı-qarşıya qoysaq çox təbiidir. Türklər hakimdir. Türklər öz torpaqlarına sahib çıxacaqlar. İranı millətlər ölkələr varlığı bilirsiniz, yoxsa bir bütün ölkə bilirsiniz? Baxın, İranda əgər biz deyək, yox, millətlər ölkəsi deyil. Millətlərin varlığının ölkəsidir. Yəni budur ki, mən Azərbaycan xalqı bir millətəm. Mənim ölkəm Azərbaycandır. İndi onun içində mənim bugün adım var. İstəməm oyam var. Yox, mən baxın sorunu bir də sorun. İran var ha, o İran, Nəxşə. Baxırsınız buradan görürsünüz, orada İran var, 80 milyon içində adam var. Bura millətlərin ölkələridir, neçə millətin ölkəsidir o İran dediniz yer, yoxsa bir millətin ölkəsidir, bir bütün millət. Heç bir millətin ölkəsi deyil. Hər millət öz ölkəsi var. Necə ki, ərəblərin özlərini gör şahçılıqları var, şahları vardır, səltənətləri vardır. Necə ki, Bəluçların da vardır. Necə ki, Xurasan türklərində vardır. Necə ki, Azərbaycanın öz imperatorluğu vardır. Əslində bizim imperatorluğumuz onlardan bac alırdı da. Onların da torpaqlarını rəsmiyyətə qəbul edir da. Və sonrası ki, istəyir dövlət yaralda Nasirəddin Şah öz həqlərindən vazgeçir. Deyir, mənim həqlərim azalsın, qoyama azadlıq gəlsin. Amma onu terror eləyir da. Burada nə İranı? Burada nə Ərəbistan özünküdür. Mən onunla mənimlə dost ola bilirəm. Zat edə bilirik, bir-birimizdən yaxın diplomasımız ola bilər. Onda siz İranı millətlər ölkəsi bilirsiniz. Nəinki bir millət İran ölkəsi. yox. İran hətta yoxdur. Mən Maliki Məhrusə bilirəm. Tamam. Onu denə da. Onu mənə de bilin ki, nədir? Tamam. Sizin təşkilat İran adlı varlığın gələcəyi necə görmək istəyir? Dağılmağını görmək istəyirəm. Adı silinə tarixdə. Sizin təşkilat İran adlanan siyasi varlıqda federalizmə necə yanaşır? Hər nə ki, federalizm rabitəsinə dayanır, yaran. Baxın, mən bunu əvvəldə dedim, mən. Federalizmdir, demokrasidir, xudmuxtarlıqdır. Bunların tarixi çox uzundur. Bunların tarixi gedir 2500 ilə, yəni 500 il milad Məsihdən öncəyə gedir. Tamam. O zaman da bu federal, demokrasi, federalizm, bunlar yarananda xudmuxtarlıq, hamısı bunun əsasında yaranır ki, imperatorlar bu xudmuxtarlıqların sahabıdır. Və indi aynı səviyyədə biz gəlsək bu günə ki, gəlib, aynı səviyyədə bu günə gəlir İran adlanan ölkədə, burada xudmuxtarlıq istəyən aynı səviyyədə İran dövlətinin, hökumətinin sistemini qəbul edir. İndi bunun içində deyirlər, əvəzli qapacaq, filan edəcək. Əlbəttə, bunlar vədə verirlər, seçim. Machiavelli'nin bir dənə nəzər sözü var. Yəni, federalizmi qəbul edirsiniz ya yox? Yox. Heç olmaz. Bu tarzı belə. Mən bunu dediyim bəs. Qoyaq bir dəqiqə bunu açıqlayayım, ondan sonra lütfən. Machiavelli'nin bir sözü vardı. Deyir, o ki, hükümdardır, hükümdə istəyir qala, seçim zamanı hər nə lazım olsa yalan desin.
Hər nə lazımdır versin, xalqı qandırsın, hükümü alsın əlinə. Hükümü alandan sonra əlinə xalqı bir dənə zərbə ilə oturdacaq yerində, davamlı zərbə vursan o xalq patlar. Ona elə bir dənə möhkəm zərbə vuracaqsan, daha tərpəşə bilməyək usta. Və federalizm bu sistem nədə? Dəqiqən budur. Tamam. Sizin təşkilat bugünkü İranda bir konfederalist sistemin qurulmasına necə yanaşır? Biz konfederalizm olar, amma bilirsiniz nə halətdə olacaq? Konfederasyon, konfederalizm yox. Konfederasyon olar. O necə olar? Öncə Güney Azərbaycan, o xalqların hamısından güclü Güney Azərbaycan xalqı 40 milyon bu dövlətin yaradacaq. Azadlıq əsasında dövlətin yaradacaq, istiqlalını elan edəcək dünyaya. İstiqlalın elan edəndən sonra bəyaniyəsini verəcək, deyəcək hər hansı millət istəyir. Mənlə bir bu federasyonun içində olsun. Mənim bu bəyaniyə, azadlıq bəyaniyəm, istiqlal bəyaniyəmə taib eləyə bilsə, alsın əlinə insan haqlarının üstünlüğünə gəlsin birləşək. Eləyə bilmək kesin işlə. O da gəlsin birləşək, o da ki, deyə qəbul elədim. Onu ki, heç olmasa 10 il piyadə eləyə, bizim səviyyəmizə yetirər. Məsələ cəmiyyətin kəmiyyətində yoxdur. Kəmiyyət çoxunluqda, azınlıqda yoxdur. Məsələ budur ki, bu sistemi ölkəsinin içində piyadə edərsin. Onda otomat biz eynən Avropa birlikləri kimi birləşəcək, azad sınırlarımızı götürəcək. Çünki bir-birlə alış-veriş eləsək qazanacaq. Mən Fars xalqından da düşmən olmam. Fars xalqı əgər millətliğini özünə yarada bilsə, dövlətin yarası özünə, mənə nə? Özü bilər. Ondan da alış-veriş edirlər. Onunla da o bərnaməni qoyğamqa bağlamaya. Heç fərqi qorxumuz yoxdur özümüzdə. Bir qədər gücümüzə inanırıq. Haşim bəy, dünya gücləri, məsələn 5 dənə bilirsiniz şey vardı, veto, haqqı vetosu olan vardı. Bəli. Bu dünya gücləri və qonşu ölkələr, yəni İranın dövrəsindəki qonşu ölkələr, adların saymağa ehtiyac yoxdur. Bəli. İran adlanan yerdə türklərin istiqlalına necə baxırlar? Baxın, bu dövlətdəki deyirik, tühlər səhərlidir. Bütün xalqlar ki var, millətlər ki var, istiqlal istəyirlər, azadlıq istəyirlər. Bunlar millətə baxırlar, roşanfikirləri saymazlar. Roşanfikirlər ki, əgər qadir olmayan xalqını mütəşəkkil eləyər, əgər qadir olmayan xalqı bir ideoloji ilə, bir düşüncə ilə, bir siyasətlə çəkə qabağa, xalq şuuru siyasını ortaya qoyar, onda o qudrətməndlər İran dövlətindən üzbəyiz olurlar, İran dövlətini təyin edərlər. Amma əgər bu xalqların biri qadir olar, azadlığını görsə də, qalxıb əyaqüstə hərəkət eləyir dövləti dağıtmıza, onda o qudrətlər bu xalqa baş əyərlər. Çünki başay məsələ. Mənim sualıma diqqət eləyin. Dünya gücləri, yəni bugünkü indi biz orada... Dünya gücləri məndə dedim. Bir dəqiqə baxın, bir dəqiqə qulaq asın. Dünya gücləri, yəni biz indi bu vəziyyətdə ki, vəziyyətimiz bu vəziyyətdə bir İran var, bir də bizlər yox məsələn. Bu vəziyyətdə, da İranın bu vəziyyətində. O dünya gücləri və qonşu məmləkətlər, bunlar İranın qonşusu. Bu qonşu məmləkətlər türklərin istiqlalına, İranda yaşayan türklərin istiqlalına necə baxarlar? Necə baxarlar? Mənfi baxırlar hamısı, qəbul eləməzlər. Tamam, bu Heç bilir. Tamam. Niyə? Çünki xalqımızı biz elə bilməmişik mütəşəkkil eləyək. Çünki bizim siyasi qüvvə eləyə bilməyib birləşə. Düşüncə eləyə bilməyib veqəyçəyə. Düşüncə müntəzir xalq bir hərəkət eləyək, düşüyə ona çəpi çalır. Tamam. İranın coğrafiyasına baxanda, orada oturmuşsunuz, əlin orada bir dayanın səndələr, Əşrəf beləsi dayanın. Oradan bir bax zehnində o İrana, siz oradan İran adlanan coğrafiyaya baxanda nələr görürsünüz? Mən buradan İran adlanan coğrafiyaya baxanda şəhərimi görürəm, xalqımı görürəm, nə qədər bədbəxt insanlardılar, nə qədər sübdən axşama işləyirlər və bunların işlədiklərinin hamısında quldur çapıb aparıq. Mən onu görürəm fəqət. Aizət görürəm. Qızları görürəm nə qədər bədbəxt yaşlılar. Qadınları görürəm ki, evlərdə əsirdirlər, kişilərin əsirləridirlər. Bunu görürəm ki, uşaqlar avaradılar. Uşaqlar uşaqlıqlarını yaşaya bilmirlər. Təxəyyüllər daimən əvəz olur ki, ürəyində anasının dedikləri sözlərin üstündə bir dənə təxəyyüllər edir. Öz ana dilində təxəyyüllər yaradır. Biraz yekəli təxəyyüllər hamısı gedir işinə, ölür. Onların düşüncələri hamısı ölür. O insan
Necə yetişsə nə edəcəkdir? O insan yetişir ki, Fars dövlətinin qurbanlığı ola. Ona Fars dövləti dünyada savaş açar, bunlar yolda cibhələrin qabağını orada ölümə verir. Budur. Mən buna bu cür görürüm. Ona görə davamlı bu məsələyə bu cür baxanda istəməm ağır bir sorumluluğu ehsas edirəm özümdən. Mən iki Avropada yaşıyorum. Mən iki burada bunların sistemini görürəm. Onlar ki bizim xalqımızın Avropada, Amerikada, Kanadada hər yerdə yaşayırlar. Bunların təkcə bir vəzifələri var. O sistemi xalqa tanıtdırmaq. Tamam. Çünki dünyada azadlıq, ədalət fəqət bu ölkələrdə var. İndi Tamam. dağlıdır sistemlər, ölkələr işimiz yox. Amma bizim millətimizin bugün azadlıq, ədalətə ehtiyac var. Bunu istəyir. Fars indi elə oradan gəlib İrana baxın, baxırsınız. Tamam, Orada bir Fars dilli insanlar var. Orada bir Fars dilli insanlar var. Mənə nə var? Mən neyim? Onlara necə görürsünüz? Onlara Mənə necə nə baxırsınız? vardılar? Onlar özləri bilərlər, öz aydınları bilər. Mən öz xalqımdan sorumluyam. Yox, onları necə görürsünüz? Onlar indi bu məqsədə bir sürü insanlar var, Fars dillilər ki, Güney Azərbaycanlılarla evləniblər, Güney Azərbaycanın içində yaşırlar. Bunlar eynən Azərbaycanlılar kimi düşünürlər. Hər nə qədər də İran beynindən dursa, Məhəmməşə xanvadələrini istəyirlər, öz xanvadələrini istəyirlər. Yəni o Azərbaycan torpağını istəyirlər həqiqətən bunlar. Amma o insanlar ki, Farsistanda yaşırlar. Bu insanlar yaşadı, o yatıb, durub, zatları Rüstəmləndir, Söhrablandır, Kuruşlandır, Peyğəmbərlərdir. Onlarla. Ona görə bunlar Zərtoştun dilindən mədrəsələr aparırlar indi Şirazda ki, kətlərindən Zərtoş dilində çox gülməlidir. Zərtoşda dil çıxardılar, zıp bıp bıp. Vallahi birim mən eşitmələ bu zıp bıp bıp deyirlər rəsmi fəqət. İnanın. Vallahi. Gedib orada bir nəfər onların içində olar, onun bir dənə film götürə bilərlər. Çıxardarlar eşya kətlərindən. Onu da bilərsiniz, Farsistan yanında mənə. Onların düşüncələri fəqət budur ki, biz bu ölkənin sahibiyik. Bunlar hamısı buraya ki gəliblər, Türkiyə, o Ərəb, o filan beyman, hamısı Moğolun uşaqlarıdır. Qutuldu. Mən onlardan necə elə biləm həmvətənlik iddiamı olar. O gözünlə görə Urmu gölü qupquruyub gedir. Urmu gölü adam nə ki, təbiətdir. Onun təbiətidir məsələn. Mənim nədir? O sahabdır ona. Amma mal kimi oturublar bir yerdə. Əsən səslərini çıxartmırlar. Kef ellədir. Farsları necə bölürsünüz, necə bulursunuz? Mən Farsların içində belə deyim. Qoyaq 18 milyondur fikrimdə, izafə dəyərlər. 17-18 milyondur. Mən bu cür görürəm ki, belə 18 milyondan Avropada bunların içindən maksimum liberal insanlar ki çıxıb 5 nəfər, 6 nəfərdir. 10 nəfər olurlar, çox olmurlar. O insanlar ki, hamısı multimilyader uşaqların balaları olublar. Amerikada zətdə yaşırlar. Onlar belə dövlət əllərində, belə güc əllərində 5 nəfər olublar. Əgər bizim xalqımız hakim olsaydı bu dövlətə, yox elə, eynən onlar kimi bizim diktatorlar hakim olsaydı dövlətə, bizim xalqımıza yəni yol açıq olsaydı olan xalqlar kimi, indi bu xalqın yarısından çoxu modern dövlət sisteminin əsaslarını almışdı. Dövləti 100 dəfə özü dəyişdirmiş, onlara da azadlıq vermişdi. Fars dilini necə görürsünüz? Təzak ki anlamadım, o deyil. Bəli, burada inanın, Fars dili işdə qədər danışdılar, iş məntəqəmdə. İnanın, onlardan Fars dilini öyrəşdim. İndi məqalələr, bir dənə o 100 illik məqaləni ki, geçmişdən gələcəyəcək, o dostlardan köməklik istədim onu Fars dilində islah eləyə biləmə yazandan sonra. İnanarsınız, o məqalənin 19 səhifə idi, bilməm, bəlkə 25-dən səhifədir. Onda inanın, o yazının özündən çox qələt imlaları var idi. Hər kəsə Orası mühüm deyil. Orası mühüm deyil. Sualım o deyil. Demirəm ki, sizin Farsı diliniz nədir? Deyirəm ki, Fars dilinə necə baxırsınız? Fars dilinə. Mən Farsın dilini deyirəm. Onu islah eləmək üçün Farslara verdim. Eləmədilər, islah eləmədilər. Özümüzünkilərə verdim, 6 ay çəkdi islah eləyirlər. Siz diqqət eləyin, axırı onu çıxartdım. Çıxartdım. Onu demirəm. Baxın, genə mənim Fars dilinə baxanda bu Fars dili sizə nə deyir? Fars dili
Mənə heç kəs xitab eləyənmir. Çünki mən uşaqlıqda oxumamışam. Heç Tamam. onda Ne heç esasında görürsünüz? yoxdur Buradan bilərsiniz. bakırsınız, burada da Hə. oturursunuz, bakırsınız orada vətənə. O Fars dilini görürsünüz. Ne tür görürsünüz? Ne tür düşünürsünüz Fars dili? Fars dilinə baxanda orada çox bədbəxt insanları görürəm. Çox dalı qalmış insanları görürəm. Yok, İranın dili dalı deyirəm, qalmış xalqını görürəm. dili deyirəm, dilin özündən Dilin də danışıram. deyirəm də, dilin deyirəm də. Dilin deyirəm, Ayzadı deməm. Çünki dalı qalmış tən dil odur. Dövlətin sistemindən sən rəsmi dilsən, sən bir dənə rəsmi dil olaraq dünyaya bir dənə nümunə görsəsin, 100 ilin içində bir iş gör bax. Bizzət verib dünyaya, heç də verməyib. Yəni bu dalı qalmış tən dildir. Fars dili Türklerin ya Azerbaycanlıların gələcəyində yeri olar mı? Yox. Yox, yox. Tamam. O farslar da ki bizim ölkəmizdə yaşayacaqlar. O farslar da ki bizim ölkəmizdə yaşayacaq. Əlbəttə öz ana dillərində də haqları var. Təhsilə tapacaqlar. Əlbəttə. Danışqaha çanda öz ana dillərində təhsilə tapacaqlar. Amma o insandır ki, deyir mən Azərbaycanlıyam. Eynən şu istə Almanlı var, Alman dillili var şu istə. Ona gəlsən desən sən Almanlısan, çönə biləndən də belə deyir, olan sən dur cəhənnəmə gəlsən kimsən? Mən su isləyəm, dilim Almanlıdır. Fransəlisi də o cürdür. Fransa dillidir. Çönsən deyirsən sən Fransəvilsən, dava elə bilən, rəsmən şikayət elə üstündən. Deyir, mənim düşmən buradır, bu mənə gəlib Fransəvi. İran və Farsların siyasi gələcəyi necə görürsən? Həm Farsların, həm İran. Mən bu cür görürəm ki, 100% Güney Azərbaycan müstəqil dövlətini yaradacaqdır. 100% Güney Azərbaycan bütöv Azərbaycanla birləşəcəkdir. 100% biz Avropa ölkəsi olacaq. Avropa ölkəsi olacaq. Eynən Türkiyənin İstanbul'u bilirsiniz. Türkiyənin böyütən bölümü Asiya bölümüdür da. Amma indi o da Avropadır da, düzdür. Dəqiqən bu ayəndə bizim üstümüzdə işləyir. Buna görə bizim onlarla qarəmiz bölünəcək daha. Yəni irtibatımız olmayacaq. Əlbəttə əgər onlarda sistemlərini özlərini düzəsələr, əlbəttə bir dənə insani hüquqi, insan ixtila əsasında dövlət yaratsa, əlbəttə irtibatımız olacaq. Biz düşmən görmək heç ölkəni. Onlarla da xoşumuz Mənim sualıma qulaq asın. Lütfən suala qulaq asın. İran və Farsların siyasi gələcəyi necə Mən görürsünüz? elə onu dedim. Yoxsa Siyasi gələcəyini dedim. Türkləri dediniz, sən Azərbaycanı dediniz, Avropaya qarışdıracaq. Farsların gələcəyi. Demədiniz mi yəni? Xeyr. Qulaq asın. İran və Farsların siyasi gələcəyi necə Ha, görürsünüz? ola Farslarınkı soruşsa məndən. Qardaş, onu bir dənə Fars tap soruş da. Yox, sən bir dənə hizbisən, səndən soruşuram. Məndən desən mən onlara dağılacağını görürəm. Tamam, onu istəməm dedi. o- Niyə Amma istəməm o cür. istəmirsən? Mən istəm onlarda insan kimi insan olsun. Çünki məntəqəmiz savaşda yaşayır. Biz istəmirik savaşda yaşayaq heç kəsinə. Ha, yəni fikirsiz onlar savaşa girəcəklər. Bunlar savaşsın, bunların qafalarında savaşdan sonra aiziyyət yerləşməz. Ona görə biz nə cür olmalıdır? Onlara bağışın yolunu itələməliyik. Onun da şərti budur ki, öz dövlətimizi yaradaq müstəqil ki, məcbur olaraq görərlər biz dövlətimiz var, azad insanıq və onlara da heç cür həqləri yoxdur. Mənim sərvətimin 10 şahısına sürtəlim. Məsələn, buradadır, qutuldu. İran Farsların coğrafi gələcəyi necə görürsünüz? Və İran Farsların coğrafi torpaq. gələcəyi budur ki, əsla Avropada bir dənə Azərbaycan geçmiş torpaqlarından heç biri orada qalmayacaqdır. Heç bir dənəsi. Bu gün, məsələn, Gilandır, filandır, Behmandır, Zədəliyibdir, ustan. Onlar hamısı Azərbaycan torpaqlarıdır. İstə Gilanlı olasan, istə Kürdistanda, Kürdistan adını qoyublar Azərbaycan şəhərlərinin üstünə ki, adı Ərdalan idi da. O zaman da Kürd adı yoxdur ki. O Kürd şəhərlərdə hamısı da Güney Azərbaycandan onlar yalvaracaqlar gəlirlər bizim içimizə. Onlar bizim içimizə girmək üçün yalvaracaqlar. Yaxşı, baxın, mənim sözümə diqqət edin. Sualın mərkəzi budur ki, bu Farslarla İranın torpağı necə olacaq? Mən də elə onu bunlar ki, müstəqil Azərbaycan torpaqlarına üz gətirdikləri zaman, baxın görün, onların 3-4 dənə şəhər var, onlar İranistanda. Tamam. İran
farsların ekonomisi gələcəyini, ekonomisel gələcəyi necə görürsünüz? Olan ekonomi baxımından əgər onlar vaqən birləşən bir millət olsalar, millət kimi elə bilsələr səhnəyə çıxar, çox güclü bir millət olacaqlar. Çox güclü. Nədən? 100 il milləti çapıblar, apaplar oraya. Amma məsələ buradadır ki, sən də bilirsən, mən də bilirəm, bəy. Siz də bilirsiniz, mən də bilirəm, bəy. Nəyi bilirik? Bunu bilirik ki, o uşağı ki, Amerikada yaranır, dünyaya gəlir. O uşağı ki, Avropada dünyaya gəlir. Bu uşağı nə mənə versən, bəy, apar o öndə qoy, o şəhərlərin birinə, oradan qaçar gələr təzəşdən Avropaya. Niyə? Çünki burada o dünyaya gəlibdir. Çünki burada mədrəsələrin beynində oturub, özünün oğlanı, vətəni, özü vətəni bile istəyəsən, istəmsən də. Mən niyə yalandan xalqıma danışım? Yalan danışım ki, yox, bunlar gələcəklər. Yox, bunlar qalacaqlar. Amma bunlar qalacaqlar, yavaş-yavaş gələcəklər, zaman içində gələcəklər. Fars xalqının o milyardlar pulu ki, aparıblar. O böyük başları əgər vaqən elə bilsələr, qayıdacaqlar. Amma mən bizə də çox inanıram. O da budur ki, o zaten ki, paylaşıblar Azərbaycanın böyük sərmayədarlarından, böyük kapitalistlarından. Bunların hamısı qayıdacaq bizim ölkəmizə. Tüm bölgəmizin ən güclü ölkəsi biz olacaq. Mən buna 100% əminəm. Şəkkim də yoxdur. Federalizmə getiririk, İranı tutardıq. Siz federalizmi qəbul eləmirsiniz. Siz federalizmi qəbul eləmədiyiniz üçün buradan 3-4 dənə sual soruşacağam. Ki geçaxdı. Yəni burada amma vaxtımız. amma soruşsaz yaxşıdır dənə-dənə açıqlar. Cəmaət bilər, qulaq asırlar sonrası. Onlar da bilərlər ki, biz niyə federalizmlə müxalifik? Federalizmlə müxalif deyil. Amma qısa deyəcəksiniz da, bilirsiniz da. Federalizmi necə tərif edirsiniz? Federalizmi mən bu cür tərifləyirəm. Öz düşüncəmə görə tərif edirəm. Federalizm budur ki, mən özgürlüyümü yaradandan sonra, istiqlalımı alandan sonra, dövlətimi yaradandan sonra, modern dövlətimi yaradandan sonra xalqlarımız təslim tutacaq. Federal ölkə istəyirlər, ölkəsi federal modeli işləyər, ya istəyirlər Amerika modeli şəhərlər. Çox üzr istəyirəm. Mənzuru Güney Azərbaycanın içində millətlər yoxsa İranda millətlər? Güney Azərbaycan xalqı deyil. Aha, tamam. Millətlər yoxdur Güney Azərbaycanda. Tamam. Güney Azərbaycanda xalq var, fəqət bir millət var. Tamam. Bir də arkadaşlar onu bir də deyim ki, tarifizi bir də deyim. Güney Azərbaycandan başlayın. Əlbəttə. Mənə federalizmin məfhumu budur ki, o yerdə ki, dövlətimi, modern dövlətimi yaratdım, qutuldu. Onu xalqımız onda təsmin tutacaqdır ki, sistem saxta siyasi, istəyir federalizm ola, ya istəyir məsələn İngilis modeli ola. Ya məsələn hamısına da baxsaq əyalət modeli gedirlər bunların hamısı. Və öyle bilək çox sadə özümüzə görə şəhərlər modeli gedək. Şəhərlər özü öz məclislərini düzəldərlər, özü özlərini idarə edirlər, hömələrinlə. Suet o cür gedir. Komün gedir Suetdə də. Şəhərlər bir dənə şəhərin orasında bir 3-4 dənə o ətrafı ki var, hamısı YouTube komunla bağlı olur və bunlar özləri, öz məclislərini qoyurlar. Məsələn, Suetdə fərz edin, indi təhcə şəhərdir ki, maşınlara maliyyət qoyurlar. Hər maşın ki şəhərdə dolanır, tablolar qoyurlar, takka elə nəf qoyusudur ha, bilələrlə. Takka pul salır. Yəni, elə olub ki, bu 10 ilin içində, 12 ilin içində bu şəhərin paltanı bir 5 dəfə vəz ediblər. Təzəliblər. Yəni, hey şəhərə təzə paltar giydirlər. Və xalq buna bəyəni sevir, istəyir. Məsələ budur, bu modeli də. Tamam, gördüm, uzaldırsınız. Uzatmayın lütfen. Federalizmi tərif edəcəksiniz. Getdiniz Suedin sistemində mühalif. Yox da, getməyin. Tamam. İranda federalizm ola bilərmi? Yox, olmaz. Tamam. Hangi federalizmdən söz aparırsınız siz danışanda? Güney Azərbaycanda. Yox, Azərbaycanda modern dövlət sistemindən danışır. Modern dövlət sisteminin əsasına federalizm. Şəhərlər. Və elə bilər bütöv Azərbaycan yaransa, bütöv Azərbaycan elə bilər əyalət sistemi olur. Heç fərq eləməz. Tamam. Əsas məsələ buradadır ki, ədəmi, təmərküzü qüdrəti yaradacaq. Tamam. Sizin istədiyiniz federalda, yəni iki Azərbaycan biri olanda o federalizmin müşəxxəsələri nədir? İki Azərbaycan biri olanda. Hadi. Onu dediniz ki, onda federalizm əlbəttə. İalət federalizm. Baxın, dəqiqdən elə. İndi məsələn, biz adı ki, məsələni istəyik ortaya qoyaq.
Yəni hər zada görə bir dənə təcrübə tariximiz var da dünyada. Biz o Müşəxəsələri ölkə bilin. Ay getməyin tarixə. Müşəxəsələri nədir o federalizmin? onların hamısında ədəmi təmərküzatda özləri müstəqildirlər. Öz əyalətlərində, yəni bir dənə müstəqil əyalət kimi təbəşirlər. Məsələn, öz mədrəsə, məsələn, dərs sistemi, mədrəsə sistemi bu əyalətdə bu cürdür, o əyalətdə bu cürdür, obsunda bir cürdür və bunların hamısının sistemi standart, dünya standartlarına dayanır. Dünya standartları Məclisi, dövləti, bayrağı ayrı olacaq mı? Hamısının, hər əyalətin özünə görə müstəqil bayrağı vardır. Hər əyalətin özünə görə müstəqil bayrağı vardır. Amma bütün ölkə bir yerdə öz müstəqil bayrağın yanında bir dənə də Almanın, məsələn, öz bayrağımız olacaq. Bütövlük Azərbaycanımızın bayrağı olacaq. Bu ikisi bir-birindən çip bağlanır. Bu indi neçə dənə əyalət olur? Hamısı bir-birinə çip bağlanacaq. Nədən? Çünki bu bir dənə ölkə olacaq, hamı bir-birinə rəqabət edəcək. Bu xalqlar bir-birinə rəqabət elədiyi zaman dünyaya axır model, Mercedes-Benz'dən axır model sistem çəhəndən istəyirlər, onu yaradacaqlar. İranda yoxdur belə bir şey. İranda özlərin üstün görən və qüdrəti əldə tutan farslar və farsçılıq federalizmə necə baxır? Onlar Allahlarından da hər nə olur olsun, fəqət öz əllərində olsun. Başında olur olsun. Yox, indi farsların siyasi gücləri, baxın, qulaq asın, lütfən qulaq asın. Tamam. Farsların siyasi güclərinə baxanda, partilərinə, planlarına, ziyalılarına, onlar federalizmlə necə yanaşdılar? İndiki güclüdürlər fərcən, qəbul eləmirlər. Tamam. Sabahki biraz güclərini əldən verdilər. Yox, sabahki güclərini əldən verdilər, tez qəbul edəcəklər. Tamam. Tez deyəcəklər federalizm. Tamam. Farslığın cürbəcür qanadlarının düşüncələri federalizmdə haqda nədir? Kimi? Farsların cürbəcür qolları vardı da. Onların federalizm haqda düşüncələri varmı? Var. Ayrı-ayrı. Var. Kimdə? Əlbəttə var. Solçularında da vardı. Solçulara da vardı. Dincilərində də var. Liberallara da var. Məsələn, liberallar var həqiqətən. Federalizmə görə nə düşünürlər? Elə federalizm hadisəsində deyirəm. Məsələn, zadı vardı liberalistlər var ki, onlar buna inanırlar ki, İran birləşik dövlətləri olsun. Dövlət-i Müttəhidə İran yaransın. Ay Mehdi Cəlali, Mehdi Tehranı. Düşüncəsi bu əsaslardır ki, İran mərkəz dövlət sistemi dağılsın, onun yerinə Dövlət-i Müttəhid İran yaransın. Hər dövlət müstəqil olsun. Biz də bunu ortaya qoyuruq ki, bu düşüncə yaxşı düşüncədir. Amma Fars xalqı bu düşüncəni almağa hazır deyil. Bir 50 il lazımdır, ta öz torpağına sahib ola. Bilə ki, Azərbaycan onun torpağı deyildir. Ona 50 il lazımdır. Ki, bilə torpağı haradır. Məsələ burada. Tamam. Daha ayrı bir qolu vardı ki, federalizmə görə. Farsların ayrı qolu vardı ki, ayrı qolları da vardı ki, federalizmi düşünün. Aha, buyurun. Opsi qüvvələrdəki federalizmi istirlər, onların da təcrübə tarixlər İttihat Cəmaət Şurəvi sosialist modelidir. Ki, haqqı təyin sərnişt verəcək bilələrinə, haqqı təyin sərnişt verəndə öz dillərində mədrəsələr, öz kültürlər, öz fərənglər olsun. Mərkəz dövlət bulanın malına sahib olsun. Mərkəz dövlətin. Yəni, mərkəz deyəndə də tərəf edəndə də mal bütün İran atlanan ölkəndir. Ona görə dövlətin mərkəzə yığışa bu mənabə, sirvət, nə o mərkəzə yığışacaq. Və Sazman Milləl də deyir, bəli, bu qəbuldur. Əgər İran atlanan ölkəni istəsə, bu sistemi də qoy, bizə də bu da qəbulumuzdur. Çünki orada bu səbt olunubdur. Eləyə bilərlər, dostlar gedərlər Wikipediyasına, insan haqlarının haqqı təyin sərniştin Wikipediyasına gələ oxuyurlar. Orada görürlər dəqiqən bu məsələni. Siz axı deyirsiniz, biz əslən hər federalizmi İranda qəbul eləmirik. Deyirsiniz ki, bunu da qəbul edirsən. Tehranın için də qəbul edirsən, bunu da qəbul edirsən. Mən deyirəm, bunu farslar xalqı qəbul eləməyən yerdə mən necə qəbul? Bir nəfər o cür deyirsiniz, tamam. Məşrutə islahatından ya reformundan bugünədək farslar tüm yazılı və sözlü müqavilələri ayaqları altına alıblar. Əcəba farslara etimad edə bilər misiniz? Heç farslar siyasi qüvvələrinin əsla və də heç birinə inanmam. Hətta, baxın mən, hətta bu liberalı ki deyirəm, Mehdi Cəlali Tehrani bəy,
Bunu ki ad aparam. Ha, buradan bana verməyəcəksən ha, mənfi biləmə. Çünki nə Yox, rəbti yoxdur. yox. Ha. Mənfi deyil bu, mənfi deyil. Yaxşı. Okey. Tənqid Bu, deyil. bu 4-5 il bundan qabaq bu cür düşünürdü ki, ərəblə, kürdlə, farsı birləşdirib Azərbaycanla bərabər müsavi rəyə yetişər. Cəmiyyət, kəmiyyət baxımından. Ona görə hər yerdə oturdu ərəblə, kürdi, bunların hamısını zatda, nədir o, Clubhouse-da. Davamlı orada bunları birləşdirirdi, yaxınlaşdırırdı. Türkünün əslən adını gətirmirdi, Azərbaycanın adını gətirmirdi. Bu düşüncədə ki, bunları birləşdirəcək. Sonrası ki, seçimə gedəndə, onda bunlar türklərlə müsavi eləyə biləcəklər, müsavi söz deyərlər. Bu düşüncə, yəni nə mənə? Yəni bu panfarsizm düşüncəsidir. Pan-İranisti düşüncədir. Bu bizə yeməz. O geçsin, öz işini görsün. Sonrası gördü ki, ərəblər də heç saymırlar. Zaten Kürtlər Fasların yanındadırlar hər zaman. İndi pərçəm əllərini alıb, Faslar xoşlarına gəlir olan o istiqlal pərçəmlərindən. Nədən? Çünki onlar Azərbaycanı istəyirlər torpaqlarına sahib çıxırlar. Onlar gəlib Fasda gedib İsfahanda demirlər ki, bura Kürdistandır. Bunlar Azərbaycanın şəhəri. Tamam. Federal bir sistemdə, İranda danışırıq, bunu danışırıq. İran içində bir federal sistem olursa, Azərbaycanın sərhədləri necə təyin olar? Dünən də bunu söhbət edir. Azərbaycan bütün həddi, hüdudu həm İngilistanın mövzəsində vardı, həm Rusiyanın mövzəsində vardı. Bir də bütün Amerikanın hamısı, bunların hamısı Amerikada da var, Amerika dövlətinin də vardı. Və dünya bunun əsas tutacaqdı. Bizim sözümüz əsas tutmayacaqdı. Farsın sözünü əsas tutmayacaqdı. Davada miyancı olduğu zaman. Deyəcək bu tarixdir. Bu tarixdə buradan başlanır. İran dövləti nə zaman başlanıb? O gündən bunu başlarıq. O günlərdə 100 il bundan qayda axtalar. Biz ona görə 100 il daldan gəldik bu günə. Bu gündən də gələk 100 il sonraya. Federal sistemdə az nüfuslu toplumlar, indi ya Güney Azərbaycan, iki Azərbaycan bir olanda, Türkiyə yenə qatışanda məsələn bu zaman, ya da ki İran içində. Yəni bunu ona görə soruşuram. Federal sistemdə az nüfuslu toplumlar ya topluluqların alın yazıların kim və necə yazacaqlar? Onların anın yazılarını Faslanın biganə dövlətdə yazacaq. Bizim üçün öz xalqımız yazacaqdır. Federal İranda Türklərin və Azərbaycanlıların Türk dünyası ilə ilgiləri necə ola bilər? Federal İranda Federal İranda yaşayan Türklərin... Biləm. Bu sual məfhumsuz bir sualdır mənə. Tamam. Çünki federalizm məfhumu yoxdur. İranda federalizm əsən Coç deyil, abi Farslar... Ona görə dedim, soruşmayayım, siz deyirsiniz soruşundan. Tamam, mən bir dana da sual soruşum gedim. İranın niyə istərlər federal eləyələr, əgər istəyən olsa? Buna görə təhcə yoldur ki, eləyə bilirlər Azərbaycan xalqının başına böh qoyurlar. Tamam. Çox sadə. Getək vətənə. Vətənə geçən gün biraz vətənə görə danışdıq. 5 dənə sual soruşduq, amma bu günləri biraz dərinlədəcəyik onu. Görək ki, dünəndən bu yüzə dəyişmişsiniz ya yox. Vətən nədir? Vətən haradır? Vətən o Əvvəl vətən nədir? Əvvəl vətən nədir? Vətən o yerdir ki, mən orada dünyaya gəlmişim. Vətən o yerdir ki, mənim ana dilimdə hər kəs ki, o coğrafiyanın içində var, o dildə danışır. Vətən o yerdir ki, mənim böyük babalarım qan verib, can verib, oranı saxlayıbdır. Vətən o yerdir ki, mənim birinci dəfə dövlətimin 1918-də yaraldıblar. Birinci dəfə. Öz vətəndaşlarım yaraldı. Heç kəs, başqa insanlar o vətəni yaratmışdır. Dövlətin yaraldıblar birinci dəfə. Məndən vətən bugün Güney Azərbaycan torpaqlarıdır. Güney Azərbaycan torpaqları o imperatorluq, Qacar imperatorluğun həddi ki, hüdudu Azərbaycan üstündə ki var idi, odur. Son bölümdəki Nasirəddin Şahı terror elədilər, o günkü terror elədilər, o coğrafiya haradır o mənim vətənimdir. Güney Azərbaycan torpaqları, Azərbaycan yurdu, mənim vətənim. Mümkün, bunu bilmirəm, amma mən özümdən misal vurum da. Deyək ki, mənim gəlmişəm Kanadada, uşağım olub deyil. Ben. O Azərbaycan, yəni vətəni haradır onun? Sən
uşağın oradakı olub, elə bilər. Əvvələn birinci vətəni ilə oradı ki, o dünyaya gəlibdi. Mənim tamam. O oralıdır da. Sən indi istəyəsən, istəmirsən, o orada dünyaya gəlibdi. O torpaqda dünyaya gəlibdi. Onun vətəni oradı. İndi sən, o əgər istəyə sonra iki vətənli olar, əgər Azərbaycanımızın qanununda iki vətənliği gətirir, Azərbaycanlı da ola bilər. İran və farslar vətən anlamın, sərhədlərin, qavramın qarma-qarışıq etmişlər. Hədəfləri nədir bu qarma-qarışıqlıqdan? Əsas hədəflər bizim atlarımızı, şəhərlərimizin atlarını və obsi xalqlarının torpaqlarına sahib çıxmaq üçün, sərvətlərinə sahib çıxmaq üçün, xalqın malına sahib çıxmaq üçün bu işləri yaradıblar. Fəqət bizim şəhərlərimizin, sərvətlərimizə milyardla pulumuzu aparıblar. Buna sahib çıxmaq üçün bu işlər görüblər. Bizim də fikrimiz bunda qalıb ki, mənim şəhərimin adına vəzifə, Urmiyanı qoyublar Rizaya, filan yeri qoyublar Nəğədi, filan yeri qoyublar Şapur, filan yeri filan. Nə? Buna görə ki, fəqət Azərbaycanı dağıldılar. Bunların təhcə birinci ədəfləri bu olub ki, Azərbaycan dağılsın. Ona görə dilin əlindən alınır. Ona görə şəxsiyyətimizi öldürürlər insanlarımızı. Vətəni kim tərif edir? Vətəni kim tərif edir? Vətəni mən tərif edirəm. Mən Heç kəsin tərifi mənə tərəfi yoxdur. Mən tərif edirəm. Mən 40 milyon insanım. Mən tərif edirəm. Sizin tərifiniz vətəndən onda nədir? Güney Azərbaycanın həddi hüdudu o zamandan ki, Nasirəddin Şahı ya Quldur Rza başına o tacı taxta o gündəndir. O gündən əsən üz istəm, bağışla, üz istəm bilərizdən. O gündən ki, birinci ustan yalandı, Qacar İmparatorluğu, o gündəndir. Birinci ustan ki, yalandı o. Yəni, o ustan ki, birinci yalandı, elə birinci elə o ustanı dağıldacaq, ustanlığını çıxaldacaq. Ondan sonra o ustanlarımız hamısı da bütün münnəlli olacaq, hamısı bir yerdə. Sizin vətəndən olan tərifinizin əsasları nədir? Əsasları çox sadədir. Bizim bir dənə vətəndən ki, danışırıq. Bir, bunun həddi hüdudu müşəxxəsdir. Bir, bunun içində yaşayan insanlar o torpağın sahibləridirlər. Bunun dövləti var, səbt olubdur. Sazman millətdə. Siz dünən dediniz, mənim dişimi vuracaqlar gedələr. Mənim qoy əngimi də vursunlar, başımı da qoy geçsin. Eybi yoxdur. Helal olsun. Vurana da helal olsun. Eybi yoxdur. Amma özümünki vursun. Qoy İlham vursun. Eybi yoxdur. Ona da razıyam. Tamam. Amma bayrağımı heç kəsə vermənə. Tamam. 4. Vətənimin əsas məsələsi bayrağıdır. Bu bayraq mənim torpağımın həddi hüdudunu göstərir. Tamam. Bu bayraq mənim dövlətimin yaratmağını göstərir. Dövlətimdir. 5-ci. Bunun yanında mən bütün Azərbaycanın yaratmağı mənə vətəndir. Bütün Azərbaycan mənə vətəndir. Tamam. Güney Azərbaycandan çıxan mən bütün Azərbaycan mənə vətəndir. Tamam. 5-cisi var, yoxdur. Ha? 5-ci əsası da var ya yoxdur? Var. Nədir? Bu vətənin üstündə insanlar hakim olacaq. İnsanların haqqı hakim olacaq. Onu dedi. Hüququ hakim olacaqdır. Hüququn üstünlüğü gələcək bu ölkə vətənin üstündə. Tamam. Vətənin sərhədləri hansı dediniz? Əlbəttə bunu bir seridə sordum, əlbəttə sorunda. Vətənin sərhədləri hansı dövrənin əsasında təyin olacaq? Vətənin həddlər fəqət qadirdir. Biz müstəqil dövlətimizi yarattığımız zaman hüdudlarını dünya səviyyəsində, dünya diplomasiyasına dayanaraq, dünya tarixlərinə dayanaraq oradan qoyulur ortaya. Amma o qoymadan öncə biz xalqımıza dayanaq, öz torpaqlarımızı alacağıq, öz torpaqlarımızda öz hakimiyyətimizi yaradacağıq, hökumətimizi, siyasətlərimizi qoyacağıq. Ondan sonra dünya bizim həddi hüdudumuzda təyin ediləcəkdir. O da qayıdı dedik, o ustanların yaratdığı zamana. Sistem heç qoyublar İran dövlətinə ustan əsasında, yəni İran dövlətinin xımı ustanla başlanır. Adınla başlanır, pərçəminlə başlanır. Bunların üçü dağılacaq gedir. Hamısı yox olacaq. Vətəni vətənsizləşdirmək siyasəti haqda
Nə düşünürsünüz? Keçən yüzildə vətəni vətənsizləşdiriblər. Bir siyasət gücü. Onu necə görürsünüz? Bu həqiqətən işin görüb çox səviyyədə, assimilasyon gücü çox güclü səviyyədə gedib qabağa. Bizim aydınlarımızın üstündə müstəqim əsər eləyibdir. Bizim aydınlarımız ki, aydındırlar, məcburlar fars dilində təhsilat alırlar, fars dilində danışqahlarını tuturlar. O dildə danışqahlarını tutardığı zaman onların zehnlərində, düşüncələrində o fəlsəfə var ki, orada öyrəşir. Dünyada o fəlsəfə yoxdur. Əsla və bədə dünyada o fəlsəfə yoxdur. İlum insanı bugün Türkiye'de dəhsi deyili danışqalardır. O gündən mən live'ımda da qoydum. İlim insanı bütün dünya insanların tarixin gətirir səhnəyə. Bugün bizim siyasi qüvvə bundan acizdir. Niyə? Çünki o zehniyyəti sındırıb dağıldan verir. O zehniyyəti biz dağıtmalıyıq. O zehniyyət ki, assimilasyon zehniyyəti, manqurtluq silahıdır ki, bizim içimizdən bir nəfər rəisimi çıxaldacaq. Gəlirsən kimsən? Gəlirsən Azərbaycandan özə zat sıfadırsan qoyarsan Azərbaycanın başı üstə. Sən yuxu görürsən. Sən ondan istəyirsən Azərbaycandan bir dənə Kürdistan dövləti çıxaldasan. Onu görməyəcəksən. Onu Azərbaycan xalqına baxmadan bu cür oturubdur. Bir ləhzədə baxacaqsan görsən, xalq sel oldu qalxdı ayaq üstə. Heç inanmayacaqsan, qalacaqsan havara. Məsələ budur ki, mən də bunu deyəm, bizim aydınlar indidən hazır olsunlar, qalmasınlar. Sel bilənlərini götürüb aparmasın. Sel aparsa bilməyək sabah nə olacaq, dağıllıq. Ona görə deyəm, bugündən biz debatlara hər zadımıza hazırlıq, birlikdən birləşək ki, eləyə bilək, xalqımız bizi görsün, bilsin ki, biz siyasi qüvvələr ayaq üstə qalxdığı zaman, sel başladığı zaman bunu alacaq, önündə gedəcəkdir. İtələyəcək qabağa bunlara. Deyəcək, bunlar gəlsin, dövlət yaratsın mənə. Öz balalarımdır, bunlar yaratsın dövlətimi. Amma bu olmadığı zaman xalq neynəsin? Sel oldu, neynəyəcəkdir? İran bu xətərnaktır. Bu xətərnaktır ki, bizim xalqımız bir dənə hərəkət eləyən, bir dənə populisti bir hərəkət eləyən. Bu xətərnaktır bizə. Biz bunun qabağını almaq üçün siyasi təşkilatda bugün əgər bu işə başlamazlar, həqiqətən xəyanət edir. Biz də onların içində. Vətəni keçən yüzildə dəfələrcə bölüblər. Vətənin adın üstündən götürüblər. Vətən duyğusun vətənin üstündən götürüblər. Sizin təşkilat bu qonuya necə yaxşı baxır? Buna çox dərin baxırıq biz. Biz düşmənin içimizdə axtarırıq. Düşmənin özün içimizdə axtarırıq. Bu düşmənin özü cürəti yoxdur ki, gələ mənim qabağımda dura. Düşmənin düşüncəsi gəlir bizim içimizə. Mənim vətənimin bayrağı ola, bir dənə bayraq gətirirlər qabağıma qoyurlar ki, iki bölərlər məni. Məni qoyurlar Azərbaycanın prezidentinin qabağına qoyurlar ki, vur dağıt bunları. Bu sənin bayrağın götürdür. Mən də deyəm, bu bayraq mənimdir. Mən Azərbaycanlıyam, o da deyəcək, o da geçənə deyəm, mən Şimali Azərbaycanlı, o Cənubi Azərbaycanlı, o bayraq dövləti yaraldanmıb, isti dövlətin yaraldı, özləri bilirlər. Bu bayrağı da sahib çıxırlar, həqləri var, onlar da Azərbaycanlıdır. Buradadır ki, bizim ikidəstəlik düşüncədə bizə bohranı fikri yaraldanlar bunu düşünəcəklər. Mən bunu önəri verirəm bilələrlə. Oturub baxsınlar, niyə bə Filistinin bayrağına bənzədiblər? Bilirsiniz niyə? Çünki biganə yaraldı bunlara bu bayrağı. Çünki bu gündən bizə yol verəcəklər o bayrağla gələk qabağa, Filistinin bayrağından çox yekəldəcəklər biləmizə. Sabahlarım hökuməti yaraldandan sonra Güney Azərbaycanda faslanan federalistlərin içində başlayacaqlar. Onlar ki, dərin düşüncəlidir. Onların hamısını dalda terör eləyəcəklər, dənə-dənə dənləyəcəklər. Axirdə qalacaq o İranlı, o Azərbaycanlılar. Mənim soruma cavab verin lütfen. Mən elə onu qopunu deyim, tamam ondan söz da. Yox, axı bunlar əslən şey deyil ki, mənim sualımın cevabı deyil. Bunların vaxtında danışacağıq. Siz hər şeyi bir dənə cələsədə çalışın, hər şeyi bir cələsədə deməyin. Hər şeyi bir cələsədə desəz çox şey olur. Hər suala bir cələsədə özündə cavab versin, o birisinə vaxt qalır. Suallar var, əvəzində çox qısa gələcək. Yox da, yox. Siz hər sualın özünün yerində cavab verin. Əlbəttə, əlbəttə. Elə bir şey, məsələn, tamam. Vətəni keçən yüzildə dəfələrcə bölüblər, vətənin adın üstündən götürmüşlər, vətənin duyğusun vətənin üstündən götürməyə çalışıblar. Sizin təşkilat bu qonunu necə düşünür? Mən də onu deyim,
Elə bunu deyən bu taran bax. Bunlar bu işi ki dedim bu bayrağından elirlər. Bunun içinde olan bizim milli siyasi Bayraqdan qüvvələrdir. deyiləm. Axı Amma mən gəl sözümü buna bir da. dəqiqə bax, bir dəqiqə dayan da. Bir dəqiqə dayanmaq nəzərə alır bax. Baxın, bu siyasi qüvvələr terror eləyəcəklər dalda. Ortada gələcək otura, onlar ki Türkani İrana bağlıdırlar, Vizarət İttilada, onları gətirəcəklər, qoyurlar onun yerinə, o torpağın adını Azəri eləyəcəklər. Azərbaycanla Azəristanla yaraldacaqlar, gəllər bu Azəristandan idi qədimdən. Və o cür tarix aparacaqlar qabağa. 100 ildə aparacaqlar. Onda biz ölmüşük da. Onda biz də hepsini demək. Təhcə, hədəflər budur bizim üstümüzdə. Ona görə bizə izin vermək. Gəli şəhrimizin adını əvəz edirik, düşük şəhrin adından da veririk. Gəli dəryamızı quruldu, düşük dəryayla da veririk. Gəli bayraq çıxaldı, biləmcə, düşük indi ondan bayraq deyək, yaxşı, bəs bunu qətiyyək qoyaq, geçsin işinə də. Bunun üstünə zəhmət çəkdilər, yol veriblər, şəhid veriblər, qan veriblər. Azərbaycanımız bunun üstündə müstəqil olubdur. Rəhmətli Elçilər bunun əsasında dayanır. Pəhləvilər və mollalar siyasəti, Pəhləvilər və mollalar siyasəti sonucunda vətənin bir parçaların qonşulara vermişlər. Və bir neçə nəslidən sonra o parçalara vətən duyğusu azalıb ya da vətən olmaqdan əslən çıxıb gedibdir. Bunların haqqında, yəni bu parçalar ayrıblar, veriblər, ola bura, ya Kürdistan düzəldiblər filan, bunların haqqında necə düşünürsünüz? Bunların haqqında bu cür düşündük. Bunlar hamısı, çünki biz geçən səfər dedik, bunu ortaya qoyduq ki, heç ünvanda Azərbaycan torpaqlarında başqa dövlət yaranmayacaqdır. Heç ünvanda. Nə Kürdə elə bilər bizim torpaqlarımızda dövlət yaralda, nə də opsi yerlərdə, Türklərin torpaqlarında dövlət yaraldılmasına. Buna görə bunlar məcburdular, istəyərlər dünya insanlarına qatışırlar, Avropaya qatışırlar, Avropanın yolunu götürərlər, gələcəklər Güney Azərbaycana sonra. Təhcə yollar budur. Təhcə yollar budur. Qaydələr ana və atan, ana torpağındır. O zətlər ki, hansı şəhər olandır? Hansı şəhərdə o tarixlər var? Bir dənə geçmişləri yoxdur orada. Bu 100 ilin içində yaraldıblar, 80-70 ilin içində. Bu oldu tarix. Bu oldu, yəni sən hər yerdə get, indi bu şəhərdə 100 min dənə küt yaşır. Yığışıblar bir dənə kəndə. O küt, oran niyə bə Kürdistan eyləm eləmirlər? Eləsinlər də. Vətən üçün, vətəni geri almaq üçün, məsələn, Kürdlərdən, onlardan, bunlardan savaşa girəcək misiniz? Əgər lazım olsa 100%, niyə girmirəm? Əgər lazım olsa, əgər lazım, əgər onlar gələrlər, o həddi hüdudur ki, bugün qoyublar qabaqlarına, Güney Azərbaycan şəhərlərinə, onun dibinə sən girik, lap dibinə sən də parıqa taxılır. Əlbəttə. Tamam. Bu bəhsi də qutaraq, bu vətən bəhsini qutaraq, keçək vətəndaşlığa. İstəyirdim bu vətəndaşlığa keçək. Əslində o neçə sual bundan ötürü idi. Sizin təşkilatın anlamı vətəndaş sözündən nədir? Vətəndaş bizə anlamı bu gəlir ki, o insandır ki, o torpaqda yaşır. Yəni, hoviyyəti o torpağın üstündədir. Vətəndaşdır da. Vətəndaş, yəni o insan ki, o torpağın sahibidir. Mənə anlamı budur, anlamı yoxdur. 40 milyon insan vətəndaşımdır, hamısı o torpağın malikidir. Malikidir, yəni adını, təbiisinə, hər nəsi insan namında, heç kəsində. Vətəndaş və vətəndaşlığı elmi, siyasi, hüquqi bu üç baxımdan necə görür, necə tərif edirsiniz? Bu cür görürəm ki, çünki mən beləsi soruşum. Vətəndaşın elmi tərifi sizin nəzərinizdə nədir? Birinci dəfə bunu deyim ki, dövlət, kişvər, millət, bayraq, bunu yaradan modernizm olubdur. Liberalizm olubdur birinci dəfə. Bunu yaradan. Yəni modern, yəni tamamən canlıkin əsası üstündə bunlar yaranıbdır. Düşüncələrin üstündə. Dövlət, kişvər, millət, bayraq. Və millətin də tərəfincə nədə canlık qoyub oturur. Etniklərdən yığışıb dövləti yaraldırlar, nasyonalizmi yaraldırlar. Nasyonalizm deyəndə xalq öz nasyonalına yetişdiği zaman bildi ki, öz nasyonalına, yəni öz torpaqlarına, millət, yəni nasyonalizm, yəni millət deməyəndə, öz torpağına sahib çıxdığı zaman hər zat öz torpağından istəyir. Məsələn deyirəm,
Sueddə mən birinci dəfə meyvə satanda görürəm yutqub tutfrancı satırlar, silah satırlar. Öz qiyməti, öz silahının qiyməti təzə çıxanda qiyməti 90 krondur. Alman silahı, Almanın silahı ki, həmsayədir da, torpağı da dəvada bir-birinə yapışıb da 2 saat, 5 saat, 1 saat hava peymandan o özbüzü yesin gəlsin. Onun silahını burada 10 kronu almırlar. Özünkünə 80 kron verir, amma Almanınkine 15 kron, 20 kron, 10 kron vermir. Hazır yani ne deyip bu Suedincidir. Buna deyirlər, mən öz torpağıma sahib çıxıram. Məsələ buradadır. Mənim vətəndaşım o zaman bu həqiqi vətəndaşı olur ki, o dövlətini yaraldır, bayrağını yaraldır, hər zadını, hüdudunu müşəxəs edir və dünyaya eləməli ki, bu mənim coğrafiyamdır. Dünya da bunu rəsmiyyətə tanır. Rəsmiyyətdə buna hoviyyət verir. Güney Azərbaycan hoviyyət verir. Ta biz bütövləşək, onda bu hoviyyət söver olar bütöv Azərbaycan. Tamam. Bütövlük də Tamam. yoxdur. Azərbaycan hoviyyət verir. Bunu koyuram, bu cevabı koyuram birinci suala. İkinci sualı tekrar edin. Buyur bə. Vətəndaş və vətəndaşlıq elmi mənası sizin yanınızda nədir? Elmi tərifi sizin yanınızda, təşkilatınızda nədir? Elmi olan. Elmi zadı mən deyimdir. Budur ki, bizim kişvərimizin hətta hər kəs mənlə bu torpaqlıqda bərabər yaşayır, həmvətənəm. O dünyada, orada dünyaya gəlib, oranın hoviyyətini daşır, o mənə həmvətəndir. Vətəndaşdır. Bunun siyasi mənası nədir? Necə siyasi? Millət olur da. Hukuki mənası nədir? Hukuki mənasına ədəm təmərküz qüdrətinin rabitəsində insan haqları. İnsan hüququ. O siyasi oldu. O siyasidir. Hukuki yəni qanun çərçivəsində. Baxımdan gələndə dövlətini azadlığın əsasında yaranırıq. Azad xalq. Yəni vətəndaşla azadlığı necə qoyursunuz? Yerə onu deyin. Vətəndaş azad insan olur. Tamam. İnsan ki özü öz malına sahibdir. Başqası eləyə bilməz bunun zində qanlığına, yaşam tərzinə qatışa. Başqası eləyə bilməz buna deyəsən, get dinlər olasan, sən Tamam, bunu olasan, hukuki nə cür tərif edirsiniz? Hukuki nə cür tərif? Yəni qanunlar içində nə cür tərif edirsiniz? Qanunlar içində ölkə olaraq, modern dövlət sistemi olaraq şərt olunur. Modern ölkə olaraq üzə çıxır. Budur ki, dövlət hüququ var. Dövlət hüquq üstündə yaranıbdır. Xalq mülkiyyəti varsa da hər kəs istəsə bu ölkə ilə ticarət edir. Dövlət vasitəsi ilə yol açılacaq bunların bir-birlərindən ticarət eləməyinə. Bir nəfər istəyə vətəndaş ola, ya orada, məsələn ki, əlbəttə bu şəraitdə, ha? Güney Azərbaycan ya səhər müstəqilli olur. Məsələn, misala belə vurum. İnşallah sabah bir gün bu intixabat ki vardı İranda, onun arxasından bir savaş çıxacaq. Ben de qaşama, görəcək. Qulağın yanında qaşama, görəcək biz bunu. Yox, deyirəm ki, səhər bir gün... Sual eləyəndə qulağın yanında qaşama. Çünki biz görəcək bunu. Yox, sual soruşuram. Baxın, deyirəm ki, səhər ya bir gün bu cümə günü, gecə intixabatın nəticəsini deyəcəklər. O nəticəni deyəndən sonra umuram ki, İranda iç savaş çıxsın. O gün, məsələn, fikirləyin ki, biz qalxdıq, dövləti qurduq. Tamam. Biz iç savaş istəmirik çıxa indi. Bir dəqiqə qulaq asın. Bir dəqiqə qulaq asın. Əlbəttə. Sual soruşuram. Siz ondan sonra deyirsiniz. İran dövləti qarma-qarışıq oldu, yıxıldı. Yıxdıq. İndi sırf vətəndaşı tərif edirik. Biz kimlər bizim vətəndaşımızdır? Sizin partinin, bir dəqiqə, sizin partinin özəlliklər ki, qoyub sabahları vətəndaşı tərif eləsin. Desin ki, kim mənim vətəndaşımdır? Kimləri hangi şəraitlə vətəndaş tanıyacaq? O insanlar ki, gəlmə dedim. Baxın, əvvələn o sövüdüz, ona görə mən də onun içine giyməm. İç savaşa girmirəm. Biz heç vaxt iç savaş istəmirik bu məhəllədə. Biz zərəl eləyirik. Xalqı qalxar, populistə hərəkət elər. Biz siyasi qüvvə yuxudadır, heç də eləyəməz. Dua baxar, fəqət xalqın dağısı qaça, yalandan eşdə, Instagramda zatda ərkiz paylar. Heç də dərindən gəlməz. Ölkəni də sel götürər aparaq. Amma biz özgürlüğümüzü aldığımız zaman, dövlətimizi yarattığımız zaman, bizim dövlətimizin qanunlarını ortaya çıxdığı zaman onun qoyduğu əsasları üstündə vətəndaş tərif olunacaqdır. Vətəndaşın tərifi o təməllər olacaq ki, dövlətin sistemidir və hakimiyyəti siyasi ona
aparacaq qabağa. Bildiniz nə? Mən sualı soruşdum, mütəvəccüh oldunuz. Dedim ki, Bildim. fərz edin sabahları sübh, gecə yatdıq, səhər gördük ki, İran dəyib bir-birinə. İstiq Yaxşı dövlətimiz bıraq, deyirik ki, bu çərçivənin içində kimlər mənim vətəndaşım olur. İndi kimləri vətəndaş deyirsiniz? O sayın ki, deyin, hər kəsi bu olsa vətəndaşdır, bu olsa vətəndaş deyil. Biz bunu bilirsiniz, bunu əgər istəyək bu cür suala cavab verək, biz deyək, biz belə bir sistem qoymaq bu cür bir halət yaranmağına. Belə bir Tamam. zədi qoymaq, bir gecədə sübh gələ, yəni xalqımız yəni olan işlər, yəni təxəyyülü sualda, amma eybi yoxdur. Vətəndaş rabitəsində bunu bu cür deyərim ki, vətəndaş rabitəsində xalq o zaman ki dövlət yaranır, dövlətin əsaslarını alır əlinə və hər kəsi ki o torpaqda dünyaya gəlib, bayaq da dedim, hər kəsi ki o torpaqda dünyaya gəlib, özün Azərbaycanlı tanıdığı zaman oranın vətəndaşıdır. Tamam. Tamam. Mənə bu yetişər. İndi nədən sizin parti özün hazırlanmayıb sabahları İran qatışda dövlət qurur? Ha, bu xoş sualdır. Çünki biz bir dənə 100 illik assimilasyondan tərəfik. Çünki biz öncəcə o assimilasyonun duvağını sındıraq, yıxaq. Aydınlığın içində. Aydınlığın içində. Dövlət qurulan gün saniyədən assimilasyon öz-özünə gedər. Çünki assimilasyon qudrətə bağlıdır. Qudrətə bağlıdır assimilasyon. Baxın, o dövlət ki sabah istəyək yaraldıq, o dövlət şikəstlə zaten yaranmasa yaxşıdır. Əgər o cür dövlət yaransa, yaranmasın. Mən onda istəmələ hökumət qalsın. İslam hökuməti ilə qoy elə bu 10 ildə bu cür yaşasın. Eybi yoxdur. 5 ildə yaşasın. 5 ildə qoy qalsın elə bu cür. Dağılmasın Tamam. amma. Vətəndaşlıq hakimiyyət tərəfindən verilən və rəsmiləşən bir keçici siyasi hüquqi durumdur, yoxsa əzəli və əbədi bir haqqdır vətəndaşlıq? Təbii ki, əzəli əbədi bir haqqdır. Bir insanın haqqıdır bu. Özü vətəndaşlığını özü sahib çıxacaqdır. Özü yaraldacaq onu. Heç kəs bunu gəlib deməyəcək, sən vətəndaş ol bu qanunlardır. Hər kəs ki orada geçmişi var, o şəhərlərdə geçmişi var, o şəhərlərdə heç kəs gələnməz buna deyəsən qanun verir. Həmin insanlar yığışacaqlar, birlikdə insan haqlarına dayanaraq qanun yazdıracaqlar. Dövlət vətəndaşlığı vətəndaşlardan ala bilərmi? Yox. Dövləti Hakimiyyət ala bilərmi? Əlbəttə. Baxın, fərq edir. Burada sual biraz 3-4 üzü var bunu deyəndə. Dövlət ala bilər. Əgər Azərbaycan demokratik dövlət olan, modern, demokratik xalq dövlətini yaralda bilsək, o eləyə bilər olar. Çünki onun dayanağı insan haqlarıdır. İnsan haqlarının ziddinə, məsələn, biri gəlibdir, Azərbaycanlı deyil, özünü Azərbaycanlı mərifə, o yandan da durur gedir, Kürdistanda təşkilat yaraldı. Onu dövlət atar aşqaldan ya, vətəndaşlığındalar batıl edir. Vətəndaşlıq haqqını ata bilərmi? Əlbəttə, insan haqları bunu qoyur. O yerdə ki, biz insan haqlarına hakim olur camiəmizdə, insan haqları deyir ki, bir insan haqqı var, hər hansı ölkədə istəsə yaşayır. Elə bilə deyəm, mən buradan çıxıram, deyəm, Amerikada yaşayım. Əgər Amerikaya qəbul edə bilərsin, özü bilə, gedə bilər, heç kəs qabağını alınmaz. İnsan haqları bunu deyir. Vətəndaşlıq o haqlardandır ki, heç bir şəraitdə səlb olunmazmı? Yox, o qanunlardan da elə insanlar bayaqlam dedik də. Əgər bir insan deyəm, mən istəmirəm buradan gedəm, elə bilməsən ki, sən zorla onu vətəndaş saxlayasan özüyə. Mən istəmirəm İranlı olum. Mən zorla saxlayıram. Zor deyək ki, hiç istəmirəm də. Çiftdə də vətəndaşlığa necə baxırsınız? Çiftdə vətəndaşlıq yaxşı bir zatdır. Mən məsələn çox yaxşı bir zatdır və eləyə bilər istifadə olunur. Yəni insanlar ki dünyada var, xoşlara gəlib Azərbaycan vətənində də yaşayırlar. Azərbaycanın hüququn, qanunun tamamən qəbul edirlər. O ölkələr ki modern dövlət sistemidir, hüquqa dayanırlar. Bunlar çiftə qanundan qaçmazlar. O ölkələr ki içində insan müsavidə dövlətinə, bunlar çiftə vətəndaşlıqdan qaçarlar. Bunlar qaçarlar. Çünki çiftə vətəndaşın problemi də izafələnir də. Hər imkanları hər kəsə hazırladasan da,
Doğrudur. Bunu kim eləyə bilər? Fəqət modern dövlət sistemi eləyə bilər bunu apara qabağa. Həqiqi dövlət sistemi. Yəni Vətəndaşın hansı haqları var? Vətəndaşın hansı haqları var? Əvvələn dövlətin sistemi vətəndaşın haqları üstündə, hüquqları üstündə yaranır. Bir insanın hüququ üstündə dövlət yaranır. O insanın hüquqları dövlətin üstündə yarananda dövlətin içində sabahlam hər kəs, hər nə hərəkət istəsə eləyə, polisindən tutdu, dadqanından tutdu, hamımızı. Əgər bu haqların birinə ayaqlasa, insan haqları o vizarətxananın yaxasına yapacaq, o rəsmin yaxasına yapacaq, o müdürün yaxasına yapacaq. Deyəsən kimsən bu insanın haqqını yiysən? Bir insanın haqqına sahib çıxdığın zaman ölkənin hamısının haqqına sahib çıxsan. Mühüm məsələ buradadır. Ona görə siyasi zindanı olmayacaq bir ölkədə. Niyə olar? Düşüncə azadlığı yəni nə mənə? İnsan düşünməsin, insan fikirləşməsin, bizzət ixtiyar eləməyə, iktişaf eləməyə, yaratmağa. Nə var ki, dövlət pul əldən verəcək? Dövlətin pulu qoymayacaq dövlətdə pul ola. Fəqət dövlətə pul o qədər olacaq ki, hökumət projesini yazacaq, 4 illik projesini yazacaq. O 4 illik projeye görə hökumətə pul qoyulacaq ixtiyarında və o projesin qutularında 4 il sonra onu rəsmiyyətlə hamısını göstərməlidir. Qıranın axırınacan bu pul haraya gedirdi? Vətəndaş və vətəndaşlıq haqları bireysel, yəni fərdidir, yoxsa vətəndaşlıq haqları toplumsal və milli haqdır? Bireysel haq. Əgər bir gün bizlə qonşu millətlərdən və toplumlardan biri ilə savaş çıxdı aramızda, onda o toplumdan olan vətəndaşlarımızın vətəndaşlığına necə baxırsınız? O toplumdan olan vətəndaşlar, o toplumdan olan vətəndaş yoxdur. O ki, gəlibdir Güney Azərbaycan dövlətində yaşayıbdır, orada yetişib, Kürt dillidir, amma Kürdistanlı deyil. O Kürt dilli gəlib, özü deyib, gözün kanlı deyirlər, deyər, ağa, mən davaya gəlirəm, torpağımı, malımı, torpağımı o Kürdistan istəyir ala. Mən ondan davaya gəlirəm. Mən o vətəndaşımı niyə cəhətimi eşləyəm? Əgər onu demədi, özə sizin içində də bu... Onda vətəndaşlıq olmaz. Onda vətəndaşlıq gedək işinə. O söhbətimiz yox. Yox da dedi ki, mənim haqqım var, insan haqlarına görə fikrim vardı, təşkilat qururam deyən biz istirik Güney Azərbaycandan ayrılaq, Kürdistan düzəldək. Neyəcəksən? Onda azadlıq veririk biləsinə. Deyək, partiyanı qoq. Qorxumuz yox. Partiyasını qurduysa bağlar dedi. Qursun. Heç məsələsi yoxdur. Bilirsiniz niyə? Çünki o olar 5 nəfər. O olar 5 nəfər. Amma əgər mən onun qabağını tutsam, diktatorluğumu eləyəsəm, onun fikrinin qabağını tutsam, o olar 100 min nəfər. O olar 5-10 min nəfər. O olar 50 min nəfər. Amma ona azadlığı versəm əlinə. Və xalqı da bunu Kürt xalqı da orada görəcək Kürt xalqı yox. Azərbaycanlı xalqı, Azərbaycanlılar ki, Kürtcə danışırlar. Kürt xalqı da burada söz yoxdur da. O Azərbaycanlılar ki, Kürtcə danışırlar. Onlar bu həmin Kürt çönə o 5 nəfərə deyər ki, sən nə istəsən ki, bu verməyib mənə? Ana dilimi istəyən mən mədrəsədə özüm dərsimi oxuyam. O deyər ki, sən niyə mənə deyirsən Kürt dilli? Mən Kürdəm. Sən Kürdsən, dilin Kürtdür da. Amma sənin torpağın Azərbaycandır. Tamam, o sabah deyər ki, mən istəyirəm Kürdistan yaradan. Mən də dedim də, ona deyirlər bu yarat. Seçim var. Hər zat seçim nədir də? Tamam. Necə zat gedir? Bu bəhsi qutardıq. Çünki burada siz sözü deyirsiniz, naqis qalır. Buyurun. Orada necə deyik, seçim var. Seçim, bu modern ölkəmizdə seçim olanda İran kimi deyir ki, hər kəs dünyanın hər yerindən gələcək Urumiyəyə, Kürdəyə, Əhliyə. Öyle bir söhbət yoxdur. Seçim şəhərdə, bizim şəhər 1 milyon olsa, 205 dənə 200 minə çönər, 200 min nəfər insanın içində neçə dənə Kürt yaşıyor, hamısı gedər səs verər. Şəhərin hamısı, bu cür yığışarlar səs verirlər ona. O şəhərdə əgər desələr, bəli, rəycilikdir, onda gedər yaradır. Desə yox, onda zat qutuldur. Fəaliyyətini eləsin, azaddır. Nə qədər istəsə fəaliyyətini. Gözəl. Haqq bəhsinə getirik. Yəni bu bəhsi qutardıq, vətəndaş haqqı. İndi getirik ki,
Biz ki deyirik vətəndaşın haqqı vardır, yoxdur. Bu haqq nədir? Düşüncəsəldir də bəhs buradan bu üzə gedən. Əlbəttə, əlbəttə, bu çox gözəldir. Haqq qavramından düşüncəniz nələrdir? Haqq əsasında budur. İnsanlar dünyaya gələndən haqqın qavramı yəni əsasən bu cür yaranır. İnsan o torpağı ki əlinlə deşir, ona əkir, ondan bir meyvə çıxaldır. O haqq o insanın haqqıdır. Ona sahib, onu yesin. Yox, baxın, onu ötürüm. Dünya, zehninizdə bir haqq var. Bu haqqı ki zehninizdədir, ondan nə düşünürsünüz? O haqq nə deməkdir? O haqq budur ki, insanın, mən necə deyəm, insan haqları, axı mənim sözümü qət eləyəndə, ona görə deyəm, bizlə obsi təşkilatdan fərqli buradadır. Onlar rahat eləyə bilərlər. Ya, haqq budur, insan müsavi dövlətdə, 1, 2, 3, 4, 5. Mən deyəndə, mən gələm 10 fəlsəfəyi tarixsin qoyqam, bax deyəm, haqq budur. Haqq budur. Haqqın təməli, hüququn təməli budur. Hüquq budur yalanır. Onu de, əlan bunları danışınca ged onu de. Mən onu deyəm, sən qət eləyirsən axı. Yox, qət eləmirəm. Gedin onu deyin. Qət eləməsən, bəs mən deyim. O insan, o yeri ki, əlindən qazır, ondan meyvə çıxaldır. Niyə qət edirəm? Çünki siz mistaqı danışırsınız. Mən mistaq istəmirəm. Bir dənə tərif istəyirəm əvvəl. Ki, sonra o tərifin üstündə mistaqları danışaq cənabzuna. Tamam. Hə. Biz bu cür tərif zad vururuq. İnsanlar ki, o ölkədə yaşırlar, o ölkənin sahiblarıdırlar. İnsanlar ki, o ölkənin sahiblarıdır. Bu insanlar neynik? Bu insanlar o torpağın sahiblarıdır. O torpaqları abad elib, ağac əkir, meyvə əkir, həyn elib. Bu insanlar əllərlə elirlər bu işləri. O torpağın üstündə. O torpağın üstündə bu işləri əllərlə elirində. Başqası gəblan torpaqların oğullu. Başqası gəblan malın oğullu. Bunu mühafizət altına almaq üçün bu insanlar gəlirlər dövlət yaraldırlar. Dövlətə də deyirlər, dövlət, sənin vəzifən budur ki, mən o işi ki, yerimdə görürəm, torpağımda görürəm, onu mühafizət edəcəksin. Sənin tək işin budur. Sən mənim haqqımı saxlayacaqsan. Mənim haqqım nədir? O yerdə işləyən mənimdir. Mənim haqqım nədir? Evimdə yaşayan, mən istəyəm gecə rahat yatam. Mən istəyəm bir gələ mənim ovqıcı evimin içinə. Mən istəyəm uşağım böyüyə. Mən istəyəm mənim uşağım böyüyə. Sənin vəzifən budur ki, bu uşağın canından mı lazım? Haşim bəy, mən bir dənə baləcə tərif edeyim. Siz o görün ki, belə bir şey mən istəyirəm sizdən. Mən deyirəm ki, məsələn, mənim tərifim deyil. Amma istəyirəm fəqət bir misal verim. Deyirik ki, hər o şey ki, bir dənə insan ya bir toplum iradə eləyir, ərə gətirsin, o haqqdır. Haqqıdır onun. Ya deyirik ki, hər bir şey ki, bir insanın gücü olsa, bir dəqiqə, hər bir şey ki, bir insanın ya toplumun gücü ola, onu ələ gətirə, ya gətirmək üçün çalışa, o haqqdır. Amma əgər gücü olmasa, ələ gətirməsə haqlayır. İndi, qəbul eləyəsiniz, eləməyəsiniz. Mən sizə 3 dənə misal vurdum. 3 dənə tərif verdim. Bu 3 dənə tərifə bənzər sizin tərifiniz nədir haqdan? Mən ona bənzər tərif verməm. Tamam, ona bənzər tərif verməm. Mən bu tərifi verirəm ki, mənə... Qulaq asın, cümlə sistemi odur bunun. Demirəm tərif qoyun. Cümlə sistemi, bax, siz o cümlə sistemi zehninizdə o zatlar ki, oxuyubsuz, uşaqlıqdan, onu düzəldirsiniz, onu çövürürsünüz türkçəsinə, ona görə düz gəlmir. O sistemi ki, mən qoyuram qabağa, o zadı ki, həqiqətən təbiətdən gəlmədir. Onu mən qoyuram. Haqq odur ki, insan, təbiət nə cür şiklin yaralıbdır insanın? Baxın, insanın təbiət nə cür yaradıb? Təbiətdir də mənim bədənim, mənim əlim, mənim qalım, mənim başım, ayaqlarım, mənim malikiyyətimdir. Heç kəs haqqı yox. Bu topdur, bu. O şey ki, sizin malikiyyətinizdir, o haqqdır. Siz bunu istəyirsiniz deyəsiniz. Mən isə bu cümləni qurasan. Axı, məncə bunu açıqlama axı. Açıqlama, mən bunu açıqlama. Sənin haqqın, haqq sabah. Hüquqləşdirənlərimizin də özümüzün də hüququna axı. Haqq müsabiqdə hüququna. Onu cəmidir da, cəmidir. Yox, fərdidir, cəmi deyil. Fərdidir, nə cəmi? Yox. Hüquq, haqq sözünün cəmidir. Bax, hüquq mənim haqlarımın cəmidir.
Yox ki cəmaətin cəmidir. Cəmaətin haqları. Tamam. Mənim haqlarımın yığışır, olur. Mənim haqlarım əlim, qolum, qış, göz, bədənimin bütün sistemi təşkilatıdır. O sualı sonra deyəcəyik. Ha, tamam. Deyəcəyik ki, fərqli. Onu de, da, O sualı soruşacağıq ki, Qəbul hüquq edirəm. fərdidir. Baxın, qulaq asmırsınız ki. Qulaq Ay, assaz, Qulaq çox rahat gedərsiniz. qardaş axı. Hüquq fərdidir ya cəmidir, toplumsaldır. Hüquq fərdidir. Siz də orada deyəcəksiniz, hüquq fərdidir, haqq fərdidir. Toplumsallık Bunda yoxdur. bir dana insanın tüm haqlarına da deyirlər hüquq. Siz bunu tərif edib belə baxın ki, rahat olur. Rahat olur, çox rahat. Tamam. Elmiləşir. Elmiləşir, siyasiləşir, hüquqiləşir. İndi sizin tərifiniz bu oldu. Görün, düz deyirəm ya yox. Hər o şey ki, insan ona malikdir, haqq yaradır. Hər şey ki insanın özünündür. Özünün malik damat özünüzdür, o malikdir. Malikiyyət bizzat dedi insan kəsb edir. Mən malikiyyəti kəsb edirəm əlimlə işləməyi. Əlimlə işləyirəm, gedirəm pul qazanıram. Bax bu malikiyyət. Amma bu bədənimin əli qolu nədir? Malikiyyəti mənim, insanım mənimdir, mənim. Heç kəs haqqı yoxdur bunun. Tamam. Tamam. Mən Zatına kamilən bildim də malikiyyət. Ərz elədim malikiyyət. O şey ki malikiyyətdir, bizi ələ gətiririk. Ona deyirsiniz haqq. Çox gözəl. Gözəl. Sevdim bu tərifi. Bu tərifi sevdim. Haqqın indi o haqq ki dediniz ha. Onun kökü hardan gəlir? Nə mənə o haqqı yaradır? O insanın yaranışından gəlir. O fəlsəfi həsdidən gəlir insanın yaranışından gəlir. Tamam. İnsanın yaranışı buna dayanır ki. Axı siz bir də dediniz ki, çabası, çalışması, işləməsi. Mən də elə onu deyəm, o fəlsəfi həsdi odur da. Yəni insan ki çalışır, yerdən bizzat çıxaldı. Torpağa sahib olur. Sizin onda gələ ikisini işlədəsiniz da. Deyəsiniz ki, həm məsələn mənim doğuluram nənəmlə. Nənəm məni doğdu. Doğanda elə mən bir şeylərə malik oluram. Mən elə bir şeylərə malik oluram. Odur deyək, odur deyək. Bir şeylərdən bir şey odur deyək. Səs kəsildi. Sizin səsiniz gəlir, mənim səsim gəlir. Səs yoxdur. Tamam. Fikirəm səs gələr. Tamam. Səs gəldi bəli. Bəli. Almandan hər kəsdə dostumuz zəng gedir. Olsun, olsun, olar, düzdür. Tamam. Haqqın kökü dediniz nədir? Haqqın kökü dedim həsdiyə bağlı, insanın yaranışına bağlı. İnsan ki dünyaya gəlir. O insan ki ananın nütfəsi bağlanır evdə. O evdən o ana birinci anaya malik olur o insan. Anası olur. O bir də o evdə ki dünyaya gəlir, onun haqqı o ev olur. Mülkiyyət haqqıdır. Atasından, anasından, hər kəsdən ki qalır, onun mülkiyyət haqqıdır. İctimaya ki başlayır, geçir ki ictimaya, o dili ki anasından öyrəşib, qonşularından, ətrafından, şəhərindən, o şəhərlər ki bunun dili sizə danışırlar, o şəhərlər hamısı bunun haqqıdır. Mən sizi əgər xülasə eləsəm, nə olar? Beləsi desəm. Elə? Desəm ki, bir iddə haqlar doğruluşla əldə gəlir, bir iddə haqlar çalışmaqla əldə gəlir. Beləmi? Yox. Çalışmaqla, çalışmaq fərqində, işləmaqla. İşləmək, yox, 4 dənə var da. Bugün qabaqda salmışıq. Biri budur ki, insanın malikiyyəti atadan qalma mal sərvətdir. Atasından qalan sərvətdir. Birinci malikiyyəti evidir, bütün atadan qalma sərvətdir. İkincisi, işli qazanır, özü işli qazanır, o öz sərvətidir. Üçüncüsü, mülkiyyət haqqından gəlir zada yetişir. Üçüncüsü, o şəhər ki, o dünyada, o yerdə yaşayıb, ora bunundur. O torpaqlar ki, var bütün, bu dilə bağlıdırlar, Azərbaycan adında. Hamısı bunun mülkiyyətidir. Hamısı bütün mülkiyyəti. Bütün ölkəsində, Azərbaycan mülkündə nə mənə sərvət vardı,
təbiətindən var, dəryasından var, havasından var. Ha yerdən ki, təbiət sərvətdir,